O, Çalağangöz Tansıkbayevlə məsələ belə olmuşdu. 1956-cı ilin payızın sonunda Kumbel deposunda böyük mitinq çağırmışdılar. Xeyli adam yığılmışdı. Bütün stansiyalardan, raziyetlərdən yol işçiləri gəlmişdilər. Yerlərdə təkcə iş başında olanlar qalmışdı. Boranlı Yedigey ömründə nə qədər iclaslar görmüşdü, amma o mitinqi heç vaxt unuda bilmirdi. Paravozların təmir sexində yığılmışdılar. İynə atsan yerə düşməzdi. Bəziləri lap yuxarılara, damın altındakı taxça dirəyin üstünə dırmaşıb oturmuşdular. Ən vacibi deyilən sözlər idi, özü də nə cür sözlər. Beriya haqqında nə vardısa hamısı açılıb töküldü. O cəlladı nifrətlə lənətlədilər. Təəssüf filan olmadı. Lap axşama kimi odlu-odlu danışdılar. Deponun işçiləri özləri tribunaya çıxırdılar. Bir adam da tərpənmirdi. Hamı elə bil yerinə mıxlanmışdı. Təkcə həyəcanlı səslər eşidilirdi. Binada elə bil meşə uğuldayırdı. Yanındakı adamlardan birinin təmiz rus ləhcəsində dediyi sözlər yadına düşdü. Lap elə bil fırtına qabağı dənizdi. Doğrudan da elə idi ki vardı. Ürəyi elə vururdu ki, elə bil cəbhədəki kimi bu saat həmləyə keçəcəkdi. Susuzluq da bu yandan əldən salmışdı. Dil dodağı qupquru qurumuşdu. Bu boyda adamın içində su tapmaq olar. Su məqamı deyildi, gərək dözəydi. Tənəffüs vaxtı Yedigey özünü birtəhər stansiyanın keçmiş rəisi, hazırda isə partiya təşkilatı katibi olan Çirnova getirdi. O, rəyasət heyətində oturmuşdu. Mənə bax, Andrey Petroviç, bəlkə mən də danışım. Həvəsin varsa buyur. Həvəsim var, özü də lap çox. Ancaq əvvəlcə məsləhət eləməliyik. Yadındamı bizim raziyestdə Kutubayev işləyirdi? Abutalıb Kutubayev. Hələ müfəttiş də ondan yazmışdı ki, güya Yuqoslaviyadakı xatirələrini yazmaqla məşğuldur. Abutalıb orada partizanlara qoşulub döyüşmüşdü. Həmin müfəttiş hələ bundan başqa da ağzına gələni uydurub yazmışdı. Beriyanın adamları gəlib yazığı apardılar. Dözə bilmədi, heç nədən öldü getdi. Yadına düşdü? Hə, yadımdadır, arvadı da ölüm kağızını aparmağa gəlmişdi. Hə, özüdür ki var. Sonra da ailəsi çıxıb getdi. İndi mən söhbətlərə fikir verə-verə fikirləşirdim. Yuqoslaviya ilə biz dostuq. Aramızda heç bir narazılıq filan yoxdur. Bəs o günahsız adamlar nəyə görə zülm çəkməlidir? Abutalibin uşaqları böyüyürlər, bugün sabah məktəbə gedəsidirlər. Haqqı nahaqdan ayırmaq lazımdır. Yoxsa yazıqlara göz verib işıq verməyəcəklər. Tifillər onsuz da zülm içindədirlər, atalarını itirdilər. Bir səbr elə Yedigey, deməli bu barədə danışmaq istəyirsən? Hə, bu barədə. Bəs o müfəttişin soyadı nədir? Bunu bilməyə nə var ki? Düzdür, sonralar onu görməmişəm. Bunu kimdən öyrənə bilərsən ki? Bir də əlində sənədin sübutun varmı? Doğrudan da yazan o olub. Daha ondan başqa kim olacaqdı? Burada faktiki dəlil sübut lazımdır, əzizim Boranlı. Belə şeylə zarafat olmaz. Bilirsən nə var Yedigey? Sən mənə bir əməlli qulaq as, gör nə deyirəm. Bütün bu dediklərim haqqında Almataya məktub yaz. Hər şeyi nə cür var, elə o cürdə yaz. Respublika partiyasının mərkəzi komitəsinə göndər. Orada mütləq ayırd edərlər. Partiya belə şeylərlə ciddi məşğul olur. Bunu özün görəcəksən. Həmin mitinqdə Boranlı Yedigey də hamı ilə bərabər ürəkdən qışqırırdı. Partiyamıza eşq olsun, partiyanın xəttini ürəkdən bəyənirik. Sonra da mitinqin axırında kimi isə internasional oxudu. Onun səsinə bir neçə adam da səs verdi. Heç bir dəqiqə də keçmədi ki, izdiham deponun dam dirəyini titrədən, bütün dövrlərdə zülmə, əsarətə məruz qalmış adamların bu böyük himnini bir nəfər kimi bir ağızdan oxumağa başladı. Yedigey heç vaxt bu boyda izdihamla ağız-ağıza verib oxumamışdı. Dünyanın təri və duzu ilə dolanan adamlara birlik hissindən doğan təntənəli qürur və acı sanki onu dalğalar üzərində qaldırıb özü ilə apardı. Kommunistlərin himni getdikcə genişlənir, ucalır, kütlələrin səadət hüququnun təsbit və müdafiəsi üçün ürəklərdə mərdlik və cəsarət hisslərini coşdururdu. Çox vaxt həyəcanlı dəqiqələrində olduğu kimi bu dəfə də Yedigeyə elə gəlirdi ki, yenə Aral dənizindədir. Onun ruhu azad bir qağayı kimi köpüklənən dalğaların üstündə cövlan edir. Elə bu cür fərəhli əhval içində də evə qayıtdı. Elə çay içə-içə mitinqdə olanları yerli yataqlı nə vardısa hamısını Ukubalaya danışdı. Onu da dedi ki, mitinqdə az qala özü də çıxış edəcəkmiş və bununla əlaqədar indiki partkomları Çirnov ona nə məsləhət verib. Ukubala ərinə qulaq asa-asa samavardan onun piyaləsinə dalbadal çay süzür, Yedigey də piyaləni piyaləyə calayıb içməkdən doymurdu. Sənə nə olub? Bir bax samavarı boşaltdın deyə Ukubala gülümsünərək təəccübünü bildirdi.
Bilirsən, hələ mitinqdə nədənsə ciyərim yanırdı. Yamanca həyəcanlanmışdım. Amma adam əlindən tərpənmək olmurdu. Su harada idi? Oradan çıxandan sonra yanğımı söndürmək istəyirdim ki, gördüm biz tərəfə qatar yola düşür. Tez yürüdüm maşinistin yanına. Öz adamımız çıxdı. Tövrək tamlı can dost idi. Yolda ondan su alıb içdim. Gördüm yox, Fatiyə tuman olmadı. Deyirəm axı, Ukubala ərinə təzədən çay süzdüm. Sonra da əlavə elədi. Bilirsən nə var, Yedigey? Lap yaxşı eləmisən ki, onlar barədə canyananlıq eləmisən. Abutalbun uşaqlarını deyirəm. İndiki vəziyyət belədir. İndiki zəmanə dəyişib, daha tifilləri gözümçıxdıya salmayacaqlar. Sən də bir mərdlik elə. Məktub pis fikir deyil. Amma o məktub yazılası, göndəriləsi, oxunulası, nə bilim, hələ bu məktubun üstə fikirləşiləsi, gör nə qədər çəkər. Yaxşısı budur, elə özün get Almataya. Nə olubsa hamısını özün danış. Deməli deyirsən gedim Almataya, birbaşa böyüklərin yanına. Bəs nə, iş üçün gedirsən də? Neçə vaxtdır dostun Yelizarov çağırır ki, gəl. Hər dəfə də sənin üçün ünvan qoyur. Mən evdən tərpənə bilmirəm, uşaqları neyləyim? Kimin yanında qoyum? Amma sən ləngimə. Məzuniyyət götür, üst-üstə yıxsan 100 illik məzuniyyət edər. Heç olmasa bir dəfə məzuniyyətini götür get ora. Hər şeyi böyük adamlara danış. Yedigey arvadının ağıllı tədbirinə heyrət elədi. Hə, arvad, deyəsən ağıllı söz danışırsan. Gəl bir yaxşı fikirləşək. Çox fikirləşməyə mənası yoxdur. O məqam deyil. Nə qədər tez eləsən yaxşıdır. Afanasi İvanoviç də sənə kömək eləyər. Axı o hara, kimin yanına getməyi daha yaxşı bilir. Bu da düzdür. Mən də elə bunu deyirəm. Ləngitməyinə dəyməz. Həm də ev eşik üçün biraz şey-şüy alarsan. Qızlar da böyüyüblər. Səulə payızda məktəbə gedəcək. İnterneta qoyuruq ya qoymuruq, heç bu barədə fikirləşmisən? Bəs necə? Əlbəttə, qızlarından ilklərinin belə tez böyüdüyünü və artıq məktəbə getməli olduğunu sanki indicə anlayan Yedigey heyrətini gizlətməyə çalışdı. Hə, lap yaxşı. İndi ki fikirləşmisən, deyə Ukubala davam etdi. Get, o vaxt başımıza gələnləri danış. Qoy görsünlər nələr çəkmişik. Qoy heç olmasa atalarının təmizə çıxmasında tifillərə kömək dursunlar. Sonra da vaxtın olsa dükanları gəzib dolan. Gör qızlara yarayan nə görürsən. Elə mənim üçün də bir şey tapsan pis olmaz. Axı mən də daha təzə gəlin deyiləm, dedi və astadan köksünü ötürdü. Yedigey arvadına baxdı. Qəribədir ki, həmişə görüşdüyün bir adamda görmədiyin bir şeyi sonra birdən görürsən. Əlbəttə, o təzə gəlin deyildi, amma indidən qocalıq haqqında danışmağına da dəyməzdi. Hər halda onun görkəmində əvvəllər görmədiyi nəsə başqa bir əlamət vardı. Hə, anladı. Arvadının baxışlarında müdrik bir sərrastlıq duyulurdu. Bir də ki, saçlarında gümüşü tellər əmələ gəlmişdi. Gicgahındakı bu ağ tüklər ya 3 olardı, ya da 4. Amma hər halda bu, ötən ömür gündən bir də görüb götürdüklərindən xəbər verirdi. Yedigey ertəsi gün Kumbel stansiyasındaydı. Özü də bu dəfə sərnişin kimi gəlmişdi. Bəli, alma ata qatarına minmək üçün Boranlıdan yeriyə qayıtmalı olmuşdu. Yedigey buna təəssüf eləmirdi. Fərqi yox idi. Onsuz da əvvəlcə öz gəlişi haqqında Yelizarova telegram vurmalıydı. Bunu da stansiyadan başqa heç yerdə eləmək olmazdı. Sonra da Moskva Alma-Ata qatarı gəldi. Yedigey doğma razyezdi Boranlıdan ötərək elə bu qatarla da getdi. Onun yeri kupeli vaqonun yuxarı yatağında idi. Şeyşüyünü yerbəyer eləyib dəhlizə çıxdı. Pəncərə qabağında dayandı ki, öz razyezdini ötürməyib, qatardan sərnişin kimi ona tamaşa eləsin. Sonra da öz yerinə qalxıb yata bilərdi. Şükür ki, qabaqda hələ 2 günlük yol vardı. O əvvəlcə bu fikirdə olsa da, elə ikinci gün bu məcburi bekarçılıqdan özünə yer tapa bilmirdi. Böyrünü yerdən qaldırmayan, peşələri yeyib yatmaq olan adamlara təəccüblə baxırdı. Amma ev eşiyindən uzun müddətdə ayrılmağa adət etmədiyi üçün həyəcan keçirsə də, birinci gün xüsusən ilk saatları nəsə bir sevinç duyurdu. O həyəcanlı halda pəncərə qabağında dayanmışdı. Səliqə ilə geyinmişdi. Başına bu səfər münasibəti ilə stansiya mağazasından aldığı şlyapa qoymuşdu. Təmiz köynək, köynəyin üstündən də Qazanqapın indiyəcən yaxşı qoruyub saxladığı hərbi kitelini geymişdi. Kitelin yaxası yarıya qədər açıqdı. Kiteli geyinməyi Qazanqap özü təkid eləyib demişdi ki, döşündəki orden medallarla qalife şalvarda uzunboğaz zabit çəkmələrində görkəmin daha yaxşı olar. Bu çəkmələri az-az geysə də, Yedigeyin çox xoşuna gəlirdi. O belə hesab eləyirdi ki, adama sambal verən hər şeydən əvvəl yaxşı çəkmə, bir də təzə baş geyimidir. Bu şeylərin ikisi də onda vardı. Beləcə pəncərə qabağında durmuşdu. Gəlib keçənlər ona nəzər yetirir, yanından hörmətlə ötürdülər. Boranlı Yedigey başqalarından öz görkəminə görə seçilirdi.
Qatar isə var gücü ilə yazlamış sarı özəyin uçsuz-bucaqsız çölləri ilə şütüyür, sanki irəlilədikcə qabağa qaçan üfüq xəttinə yetməyə tələsirdi. Bütün yer üzündə təkcə iki aləm vardı. Səma, bir də sonsuz düzənlik. Bunlar da uzaqlarda bir işıq zolağı kimi birləşirdi. Sürət qatarı da elə ora tələsirdi. Bu da Boranlı. Burada hər cadar, hər daş ona tanışdır. Qatar Boranlıya yaxınlaşanda Yedigey yerindən qalxdı. Bığaltı gülümsünüb pəncərəyə yaxın durdu. Sanki buradan ayrıldığı, bu yerləri tərk elədiyi uzun illərdir. Bax, bu da Razyezd. Semafor, evlər, yardımçı tikillər, ambarın yanındakı şpal qalaqları, dəmir yolunun böyründə yerləşmiş geniş düzün ortasındakı bu şənlik sanki ayaq açıb geriyə qaçırdı. Yedigey hətta öz qızlarını da gördü. Onlar çox güman ki, bugün qərbdən şərqə gedən bütün qatarları güdürdülər. Səulə də, Şərafət də sevincək atılıb düşür, gəlib keçən vaqonların pəncərələrinə əl eləyirdilər. Onların balaca hörükləri yellənir, gözləri də par-par parıldayırdı. Yedigey qeyri-iradi olaraq pəncərəyə yapışdı. Onlara əl eləyib xoş sözlər dedi. Ancaq qızlar ya onu görmədilər, ya da tanımadılar. Hər halda onun üçün xoş idi ki, qızları onu gözləyirlər və sərnişinlərdən heç birinin ürəyinə gəlmədi ki, elə indicə arxada qalan onun uşaqları ev eşiyi Razyezdi idi. Bu da heç kimin ürəyinə də gələ bilməzdi ki, indi onun məşhur qara nəri Razyezdin yaxınlığındakı dəvə sürüsündə gəzir. Yedigey onu uzaqdan o saat tanıdı və gözlərinə işıqlı bir ifadə gəldi. Evdən bir neçə stansiya uzaqlaşandan sonra Yedigey yatdı. Təkərlərin yekəsək taqqıltısı, vaqon qonşularının alçaqdan elədikləri söhbətin laylası ilə şirin yuxuya getdi. Ertəsi gün günortaya yaxın Alatau dağları başlandı. Bu silsilə Çimkənddən düz 7 çaya qədər uzanırdı. Bax, dağ buna deyərəm, adam baxmaqdan doymur. Yedigey dəmir yolu boyunca düz Almataya uzanıb gedən əzəmətli dağ silsiləsinin qarlı zirvələrinə nə qədər baxdısa, yenə də gözü doymadı. Ömrünü sarı özək düzənlərində keçirmiş bir adam üçün bu möcüzə əbədiyyət mənzərəsi idi. Alataunun nəhəngliyi onu təkcə heyrətə gətirməklə qurtarmırdı. Yedigey ona tamaşa elədikcə həm də fikirləşmək ehtiyacı duyurdu. Bu onun xoşuna gəlirdi. Gözün dağlarda, fikrin də uzaqlarda. Yedigey fikrən ona indiyə qədər tanış olmayan məsul adamlarla görüşə hazırlaşırdı. Həmin o şəxslər ki, keçmiş səhvlərin bir daha təkrar olunmayacağını elan eləmişdilər. Elə buna görə də o Abu Talibin ailəsinin acı taleyini onlara danışmaq istəyirdi. Qoy indi ayırt eləsinlər, bir qərara gəlib görsünlər ki, bu işi nə cür səmtinə sala bilərlər. Abu Talibin özünü diriltmək mümkün olmasa da, heç olmasa uşaqları gözümçıxdıya salmasınlar, qapılar üzlərinə açıq olsun. Böyük oğlu Daul bu payız məktəbə getməlidir. Qoy heç nədən çəkinmədən getsin. Görəsən indi onlar haradadır? Gün güzəranları necədir? Zərifə indi neyləyir? Bunları xatırladıqca onun qəlbini üzücü, soyuq bir kədər bürüyürdü. Keçmişi unudub ürəyini ayrı cür kökləməyin vaxtı çatmışdı. Axı elə Zərifənin də getməkdə məqsədi bu idi ki, onu bir dəfəlik yadından çıxartsın. Ancaq bunu təkcə bir olan Allah bilir ki, yaddan çıxan nədir, çıxmayan nə. Özünü taleyin hökmü ilə barışmağa məcbur edən Boranlı Yedigey qəm-qüssə içində idi. İndi kimə deyəsən axı bu dərdi? Kim başa düşər? Bəlkə başı göylərə dəyən bu qarlı dağlara. Onlar da elə hündürdə dayanıblar ki, yerdəki adamların harayı onlara çatmır. Elə onlar buna görə Alatau dağlarıdır ki, çoxları bu dünyaya gəlib köçürlər. Onlar isə bir əbədiyyət kimi durub qalırlar. Qalırlar ki, çoxları onlara baxıb fikrə getsinlər. Onlar isə pozulmaz bir sükutla durub baxsınlar. Yedigey bunu da xatırladı ki, Abu Talib Rəhmalı ağanın qardaşı Əbdülxana müraciətini yazandan sonra bu barədə çox düşünərdi. Necə oldusa bir dəfə özü ona demişdi ki, Rəhmalı ağa ilə Bəyimay kimiləri rast gələndə bir-birinə xoşbəxtlik qədər də bədbəxtlik gətirirlər. Bir-birini başqalarının mühakiməsinə məruz qalmaq kimi çıxılmaz faciə girdabına dartırlar. Elə buna görə də yaxın adamları güya yaxşılıq xətrinə Rəhmalı ağaya zülm elədilər. Çünki başa düşdükləri buydu. Nə qədər ki özü yanar oda düşməmişdi. Bunun nə qədər haqlı olduğunu öz ürəyində yoxlamamışdı. Abu Talibin bu sözlərinə ancaq quruca, ağıllı söz kimi baxırdı. Əlbəttə Zərifə ilə o, bu əhvalatdan yerlə göy qədər uzaq olsa da, Zərifə ilə onun arasında heç bir şey olmasa da, hər halda Zərifə haqqında çox fikir eləyir, onu çox sevirdi. Amma Zərifə zərbəni birinci özü öz üzərinə götürdü ki, onu həlli mümkün olmayan bu işdən xilas eləsin.
Qəti qərara gəlib dırnağı ətdən bir dəfə ayırdı. Amma onun halını nəzərə almadı. Düşünmədi ki, bu əməli Yedigeyə baha başa gələcək. Şükür ki, hələ sağ-salamat qalıb. İndi hərdən ürəyi elə sıxılır ki, desələr ki, get dünyanın o başına, lap yüyürə-yüyürə gedər, tək onu görə bilsin. Heç olmasa bircə dəfə səsini eşitsin. Yedigey öz-özünə gülümsəyərək bunu da xatırladı. Abutalıbdan eşidəndə ki, Almaniyada çox görkəmli böyük bir şair var, adı da Goethedir. Onun adı Qazaxca bir o qədər də xoş səslənməsə də, məsələ bunda deyil, hər kəs taleyin verdiyi adla yaşayır. Qoca Goethe deyilənə görə sinni 70-i aşanda cavan bir qıza vurulur. Elə qız özü də bir könüldən min könülə ona aşiq olur. Bu əhvalatı da hamı bilirmiş. Heç kim Goetheyə dəli deməyib, əl-ayağını ağaca sarmayıb. Bəs Rəhəmalı ağaya nə cür divan tutublar? Yazığı alçaldıblar, məhv eləyiblər. Adını da qoyublar ki, güya yaxşılıq eləmək istəyiblərmiş. Elə Zərifə özü də ona yaxşılıq eləmək istəyib. Buna görə də öz vicdanının səsinə qulaq asıb hərəkət eləyib. Buna görə də Zərifədən incimir. Məgər sevdiyin adamdan incimək olar? Əksinə özünü daha ittiham eləyib günahkar biləcəksən. Qoy nə zülm olursa sənə olsun, tək ki ona xəbər yetişməsin. Kişiliyin çatırsa səni qoyub gedəndən sonra onu unutma, sev. Boranlı Yedigey elə bu xəyal içində Zərifəni xatırlayıb sevə-sevə Abutalibin yetim qalmış uşaqlarının fikrini çəkə-çəkə yolunu gedirdi. Almataya yaxınlaşanda Yedigey narahatlıqla fikirləşdi ki, birdən Yelizarov yerində olmaz. Heç bu da sözdür. Nədənsə bu fikir onun ağlına evlərində gəlməmişdi. Heç Ukubala da bu barədə bir söz deməmişdi. Gümanları özlərinə getmişdi. Özləri sarı özəkdən kənara addım atmırlarsa, elə bilirdilər ki, elə hamı onlar kimidir. Axı çox ola bilsin ki, Afanasi İvanoviç evdə olmasın. Kişi akademiyanın özündə işləyir. Hər yerdə ona ehtiyac var. Bəyən belə bir alimin işi gücü yoxdur. Ezamiyyətə gedə bilər, özü də lap uzun müddətə. Əcəb işə düşdük deyə Yedigey həyəcanlandı. Fikirləşdi ki, belə olan tərzdə gərək Qazax dilində çıxan qəzetlərinə müraciət eləyə. Hər nömrənin axırında redaksiyanın ünvanı göstərilir. Orada yəqin ona məsləhət verərlər ki, kimə nə cür müraciət eləsin. Belə məsələni qəzet işçiləri də bilməsə kim biləcək? Onda daha nə oldu? Evdə ona hər şey asan görünürdü. Nə var ki, yığış düş yola. İndi isə mənzil başına yaxınlaşdıqca Boranlını nədənsə nigarançılıq basırdı. Havayı yerə deməyiblər ki, pis ovçu həmişə evində xəyalında ov vurur. Elə o da bu ovçuların tayıdır. Əlbəttə bu yerdə Yelizarova ümid bağlamışdı. Yelizarov öz adamıdır. Çoxdankı dostudur. Dəfələrlə raziyesdə onun evində olub. Abutalib Kutubayev əhvalını da bilir. Tapılsaydı heç ağzını açmamış onu başa düşərdi. Bəs tanış olmayan adamlara nə deyəsən, nədən başlayasan, sözü ağzından nə cür bişirib çıxardasan, məhkəmədə olan kimi şahidlik eləyəsən, məlumat verəsən, ya başqa cür. Ona qulaq asacaqlarmı? Cavabında nə deyəcəklər? Bir de görək, axı sən özün kimsən? Abutalib Kutubayevi təmizə çıxarmaq üçün niyə hamıdan çox sən canfəşanlıq eləyirsən? Məqsədin nədir axı? Onun nəysən, qardaşısan, kirvəsisən, yeznəsisən, nəysən axı? Yedigey bu fikirlərdə ikən qatar artıq Almatanı ətəkləmişdi. Sərnişinlər yer-yığış eləyib vaqonun dəhlizində qatarın dayanmağını gözləyirdilər. Yedigey də hazır durmuşdu. Budur, vağzala çatdılar, bu da son mənzil. Perron adamlarla doluydu. Yola salan kim, qarşılayan kim, nə cür desən adam vardı. Qatar tədricən dayandı. Birdən Yedigey perronda qaynaşan adamların arasında Yelizarovu gördü. Lap uşaq tək sevindi. Yelizarov ona tərəf şlyapasını yellədir, özü də vaqonla yanaşı addımlayırdı. Hə, bəxti gətirmişdi. Onu Yelizarovun özünün qarşılayacağını heç ağlına belə gətirməzdi. Onlar çoxdan görüşmürdülər. Lap keçən payızdan bəri. Yox, Afanasi İvanoviç dəyişməmişdi. Elə həmişəki kimi qayış baldır, özü də qayır-qayır qaynayırdı. Qazanqap ona arqamaq deyərdi, yəni cins kəhər at. Arqamaq Afanasi ayaması balaca tərif deyildi. Yelizarov bunu bilir və təbəssümlə razılaşırdı. Qoy sən deyən olsun Qazanqap. Sonra əlavə edib deyirdi ki, qoca arqamaq olsam da hər halda arqamaqam. Elə bu tərifinə görə də sağ ol. Yelizarov adətən sarı özəyə iş paltarında gələrdi. Kirs çəkmələr geyər, köhnə külə kepkasını qoyardı. İndi isə tünd göy kostyum geyib qalstuk taxmışdı. Bu kostyum da elə bil əyninə biçilib. Xüsusilə saçlarının rənginə çox yaraşırdı. Saçlarının yarıdan çoxu çallaşmışdı. Qatar dayananacan Afanasi İvanoviç vaqonla böyür-böyürə gedir, pəncərə qabağında duran Yedigeyə baxıb gülümsünürdü. Ağımtıl kirpikli ala gözləri bu görüşdən məmnun halda gülümsünürdü. Bu Yedigeyi ürəkləndirdi. Şübhələri bircə anda yox oldu.
Əvvəli deyəsən yaxşı gətirib deyə məmnun halda fikirləşdi. Allah qoysa səfərim uğurlu olacaq. Axır sən də gəlib çıxarmışsan. Gün haradan çıxıb görəsən? Salam Yedigey, xoş gəlmisən ay Boranlı deyə Yelizarov onu qarşıladı. Onlar ürəkdən qucaqlaşdılar. Yedigey qaynaşan izdiham içində sevincdən özünü bir qədər itirmişdi. Onlar vağzal meydanına çıxana kimi Yelizarov onu sorğu-suala tutdu. Hamının bir-bir kefini soruşdu. Qazanqav, Ukubala necədir? Uşaqlar yaxşıdırmı? İndi razyezdin rəisi kimdir? Hətta Qaranəri də unutmadı. Sənin Qaranərin oralarda neyləyir deyə nəyəsə gülümsünə soruşdu. Yenə də elə şirpələng kimi nərə çəkirmi? Gəzir özü üçün. Nərə çəkməyib neyləsin? Deyə Yedigey cavab verdi. Sarı üzəyin düz dünyası əlində deyilmi? Daha başqa nə təmənnası ola bilər? Vağzalın yanında işim işıldayan böyük qara bir maşın durmuşdu. Yedigey beləsini ilk dəfə görürdü. Bu 50-ci illərin ən yaxşı maşını Zim idi. Bu da mənim Qaranərimdir, Yelizarov zarafat elədi. Otur Yedigey, o maşının qabaq qapısını açdı. Gedək. Bəs maşını kim sürəcək deyə Yedigey soruşdu. Özüm dedi Yelizarov və sükanın arxasına keçdi. Görürsən ki, qoca vaxtında yorğalıq həvəsinə düşmüşəm. Bizim Amerikalılardan haramız əksikdir. Yelizarov inamla motoru işə saldı. Yerdən tərpənməmiş, gülümsünüb suallı nəzərlə qonağına baxdı. Hə, gəldiyini görüb inandım. İndi de barı çoxmu qalacaqsan? Axı mən iş üçün gəlmişəm, Afanasi Ivanoviç. Görək içindən nə çıxır. Əvvəlcə sizinlə bir məsləhətləşməliyik. Mən bildim ki, iş üçün gəlibsən. Yoxsa səni o sarı özəkdən dartıb çıxartmaq müşkül məsələdir, zor işdir. Belə eləyək, Yedigey. İndi gedirik bizə. Biz də qalacaqsan. Çəmxəm eləmə. Mehmanxana zad yoxdur. Sən mənim əziz qonağımsan. Mən sizin sarı üzəkdə necə, sən də burada elə. Sıydın sıyı bar. Gərək ki, Qazaxca belədir. Hə? Hörmət-hörmətə bağlıdır. Hə, elədir deyə Yedigey təsdiq elədi. Deməli danışdıq. Mənim üçün də yaxşı olar. Mənim Yuliam Moskvaya oğlumun yanına gedib. İkinci nəvəm olub. Eşidən kimi uçdu cavanların yanına. İkinci nəvə, təbrik edirəm. Daha demək ikincisidir deyə Yelizarov təəccüblə çiynini çəkdi. Özün baba olarsan, onda məni başa düşərsən. Amma hələ sən hara, baba olmaq hara. Sənin vaxtında kör atı minib köndələn çapardım. Amma qəribə budur ki, bizim yaş fərqimizə baxmayaraq bir-birimizi yaxşı başa düşürük. Yaxşı, getdik. Səni şəhəri gəzdirə-gəzdirə aparsam. Yuxarıda bax, görürsənmi o başında qar olan dağları? Bax, ora gedirik. Dağətəyi Medeoya. Səhv eləmirəmsə, mən sənə demişdim ki, bizim evimiz şəhər kənarındadır. Elə kənd kimi bir şeydir. Yadımdadır Afanasi Ivanoviç, siz deyirdiniz ki, eviniz düz çayın qırağındadır. Həmişə suyun şırıltısını eşidirsiniz. İndi özün hər şeyi görərsən, gedək. Nə qədər ki, hava qaralmayıb, şəhərə baxa bilərsən. Bu saat bizdə hər şey gözəldir. Bahardır, bahar. Tamam güllük, çiçəklikdir. Vağzaldan başlanan küçə bütün şəhər boyu dümdüz gedirdi. Sonu görünməyən küçə, qovaq ağaclarının və parkların arasından keçərək tədricən yuxarı qalxırdı. Yelizarov maşını yavaş sürürdü. Yol boyu nəyin harada olduğunu nişan verirdi. Göstərdiklərinin əksəriyyəti müxtəlif böyük mağazalar, idarələr, yaşayış evləri idi. Şəhərin mərkəzində geniş, açıq meydanda bir bina vardı ki, Yedigey onun görkəmindən nə bina olduğunu o dəqiqə ayırd elədi. Bu hökumət evi idi. Hə, mərkəzi komitədir deyə Yelizarov başı ilə təsdiq elədi. Bu binanın yanından keçdilər. Amma güman eləmədilər ki, sabah iş üçün bura gəlməli olacaqlar. Maşın sola burulanda Yedigey binalardan birini də tanıya bildi. Bu da Qazax opera teatrı idi. 2 kvartal da gedəndən sonra onlar yenə buruldular. Dağ səmtinə gedən Medeoya çıxdılar. Şəhərin mərkəzi arxada qaldı. Hər iki tərəfdə düzülmüş xüsusi evlərin və həyətyanı bağçaların yanından ötüb gedirdilər. Dolu arxlarda dağdan gələn su qıcıltı ilə axıb gedirdi. Bağ-bağat bütün gül çiçək içində idi. Yedigey, gözəldir dedi. Mən çox şadam ki, bu vaxt gəlmisən deyə Yelizarov cavab verdi. Alma-atanın bundan gözəl vaxtı yoxdur. Qışı da yaxşıdır, amma indi adamın ruhu qanatlanır. Yelizarov ona iri, ala gözləri ilə ötəri nəzər saldı. Başını tərpədib ciddiləşdi, tutqunlaşdı və təzədən güləş gözlərindən üzünə təbəssüm qırışları yayıldı. Bu bahar özgə bahardı, Yedigey. Yeniliklər var. Buna görə də ömürdən gündən getsə də adam yaşamaq istəyir. Deyəsən götür qoy eləyib ağla gəlmişik. Sən heç ömründə elə xəstələnmisən ki, sağalandan sonra həyatın qədir qiymətini, ləzzətini təzədən duyasan. Nəsə yadıma gəlmir deyə Yedigey tam səmimiyyətlə cavab verdi. Ola bilsin ki, kontuziyadan sonra. Əşi, sən lap div kimi möhkəmsən deyə
Yelizarov gülümsündü. Mən bunu nəzərdə tutmurdum. Söz gəlişi dedim. Hə, onu deyirəm axı. İlk addımı partiya özü atdı. Hərçənd şəxsi həyatımda bunun mənə dəxli yoxdur, amma çox razıyam. Lap cavanlıqda olduğu kimi səmimi qəlbdən sevinirəm. Kim bilir, bəlkə də qocalıqdandır, hə? Afanasi İvanoviç, əslində elə mən özüm də bu iş üçün gəlmişəm. Necə yəni deyə Yelizarov onu başa düşmədi. Bəlkə yadınıza düşə, mən sizə Abutalıb Kutubayev haqqında danışmışdım. Bir dayan görüm, bəs necə, lap yaxşı yadımdadır. Belə de, sən lap kökünə gedirsən, əhsən. Deməli işi ləngitmədən əlüstü gəlmisən. Əşi, bu əhsən mənim payıma düşmür. Bunu ağlıma oku-bala saldı. Ancaq nədən başlamağı, kimin yanına getməyi bilmirəm. Nədən başlamaq? Biz bunu gərək səninlə götür-qoy eləyək. Evdə çay içəndə tələsmədən görək ipin hansı başından tutaq. Yelizarov bunu çox mənalı dedi. Zaman gör nə cür dəyişir, Yedigey. 3 il bundan əvvəl belə bir iş üçün gəlməyi heç ağlına gətirə bilməzdin. Amma indi nə qorxusu var, nə ürküsü. Əslində elə belə olmalıdır. Hamı gərək bir nəfər kimi haqqın keşiyində dursun. Heç kimə də fövqəladə üstünlük verilməməlidir. Mənim başa düşdüyüm budur. Burada daha yaxşı baş çıxara bilirsiniz. Bir də ki, siz alim adamsınız. Yedigey də öz sözünü dedi. Depoda keçirdiyimiz mitinqdə elə bu barədə danışırdılar. Mən də elə o saat Abutalıb barədə fikirləşdim. Bu ağrı ürəyimdə çoxdan qövr eləyir. Hətta mitinqdə çıxış eləmək istədim. Sözüm təkcə haqq ədalət barədə olmayacaq. Axı Abutalыбın uşaqları qalıb, böyüyüb boy atırlar. Böyük oğlu bu payız məktəbə getməlidir. Bəs onlar indi haradadır? Ailəni deyirəm. Bilmirəm, Afanasi İvanoviç. Köçəndən sonra bir səs soraq yoxdur. Yaxınlarda 3 il tamam olacaq. Heç nə də bilmirik. Bunun eybi yoxdur. Elə də çətin iş deyil. Axtararıq, taparıq. Bu saat əsas məsələ hüquq dili ilə desək, Abutalыбın işinə təzədən baxılmasıdır. Bax görürsüz, siz lazım olan sözü o saat tapdınız. Bunu bildiyim üçün də yanınıza gəlmişəm. Güman eləyirəm ki, gəlişin havayı deyil. Yedigey qaydandan heç 3 həftə keçməmiş Almatadan kağız gəldi. O ağ kağızda göz görəti qara hərflərlə yazılmışdı ki, Boranlı razyezdinin keçmiş işçisi istintaq zamanı ölmüş, Abutalıb Kutubayevin işində cinayət tərkibi olmadığı üçün ona tam bəraət verilir. Elə bu cürdə yazılmışdı. Məktubu zərər didənin iş yerində kollektivə oxumaq tövsiyə olunurdu. Demək olar ki, bu sənədlə eyni vaxtda Afanasi İvanoviç Yelizarovdan da məktub gəldi. Bu da əlahiddə bir məktub idi. Yedigey bu məktubu ömrünün axırına kimi ailənin vacib sənədləri ilə bir yerdə saxladı. Uşaqların yaş kağızı, döyüş təltifləri, cəbhədə yaralanması haqqında arayış, əmək fəaliyyəti haqqında xəsiyyətnamələrlə bir yerdə. Bu böyük məktubda Afanasi İvanoviç yazırdı ki, Abutalıb Kutubayevin işinə belə tez baxılıb bəraət almasından çox-çox razıdır. Elə bu faktın özü zamanın böyük qələbəsidir. Belə yazırdı ki, bu bizim özümüzün öz üzərimizdə qələbəmizdir. Daha sonra yazırdı ki, Yedigey gələndən sonra o yerə ki məsləhətləşib getmişdilər, həmin idarədə bir də oldu və çox mühüm yenilik öyrəndi. Əvvəla müstəntiq Tansıkbayev qüsurlarına görə işdən kənara atılıb. Aldığı təltiflərdən məhrum edilib, özü də məsuliyyətə cəlb olunub. İkincisi də yazırdı ki, ona verilən məlumata görə Abutalıb Kutubayevin ailəsi sən demə Pavlodarda yaşayır. Gör bir gedib haralara çıxıblar. Zərifə məktəbdə müəllim işləyir. Hazırda ailə vəziyyəti evlidir, ərə gedib. Bu rəsmi məlumat onun yaşadığı yerdən göndərilib. Sonra da yazırdı ki, Yedigey, o müfəttiş barədə sənin şübhələrin işə təzədən baxılanda tamam doğru çıxdı. Sən demə, Abutalıb Kutubayev haqqında donosu elə o özü yazıbmış. Bunu nəyə görə yazıb? Bu əclaflığa onu nə vadar eləyib? Mən bu barədə çox fikirləşdim. Bu əhvalata bənzər işləri də xatırladım. Sən deyənləri bununla tutuşdurdum, Yedigey. Bu tutuşturmaqla da onun qərəzini başa düşmək istədim. Yox, buna cavab verməyə çətinlik çəkirəm. Bunu özüm də aydın eləyə bilmirəm ki, onun üçün tamam bir yad olan bir adama Abutalıb Kutubayeva bu nifrət nəyə bağlıdır? Görünür, bu da belə yoluxucu xəstəlikdir. Tarixin müxtəlif dövrlərində düz dünyanı ağzına götürür. Həm də ola bilsin ki, başqalarının məhvinə çalışmaq kimi meyillər elə ibtidai insan təbiətində gizli şəkildə yaşayır. Bu paxıllıq deyilən şey tədriclə adamın təbiətini yoxsullaşdırır, axırda qəddarlığa gətirib çıxarır. Axı Abutalыбın şəxsiyyəti nə paxıllıq oyada bilər? Bu da mənim üçün qıfıl bənddir. Onu böhtanlamaq, ləkələmək məsələsinə gəlincə, bu üsul dünyanın özü qədər köhnədir. Bir zamanlar birinə qara yaxıb desəydilər ki, dinsizdir, kifayət idi.
Onu buxara bazarında daşqalaq edərdilər. Avropadasa yandırardılar. Bu barədə sən gələndə çox danışmışıq, Yedigey. Abutalibin işinə təzədən baxılandan sonra faktlar aydınlaşanda bu qənaətə gəlirəm. Adamları bir-birini gözü götürməmək kimi naqislikdən xilas eləmək üçün hələ çox vaxt lazım olacaq. O qədər uzun vaxt ki, bunu təsəvvürə gətirmək belə çətindir. Amma mən yenə də dünyaya eşq olsun deyirəm. Yer üzündə haqq ədalət olub, həmişə də olacaq. Bax, bu dəfə də o ədalət yenə də qalib gəldi. Çox baha başa gəlsə də, amma hər halda qalib gəldi. Dünya bərqərar olduqca bu da belə olacaq. Mən çox razıyam ki, Yedigey, sən heç bir şəxsi mənfəət güdmədən həqiqətə nail oldun. Yedigey bir müddət məktubun təsirindən çıxa bilmədi. Həm də təəccübləndi. Özündəki dəyişikliyə, aydınlığa, duruluğa təəccüb eləyirdi. Yelizarovun məktubu onun üçün sanki hədd olmuşdu. Məktuba qədər, məktubdan sonra. Məktuba qədərki fikirləri uzaqlaşan sahil kimi dumanlar içində əriyib gedirdi. Məktubdan sonraki həyatı isə günlər keçdikcə öz sakit axarı ilə davam elədi. Onu da unutmadı ki, bu, əbədi olmasa da uzun müddət ömrünün axırına kimi belə davam edəcək. Ən vacibi də məktubdan bildi ki, Zərifə ərə gedib. Bu xəbər onun yenidən ağır günlər keçirməsinə səbəb oldu. Özünü bununla sakitləşdirdi ki, onun ərə getmiş olmağı əvvəlcədən ürəyinə dammış olsa da, hər halda Zərifənin harada olduğunu, uşaqlarının başına nələr gəldiyini, yad adamlar arasında nə cür dolandığını bilmirdi. Qatarla evə qaydanda bu niskilin ağırlarını xüsusilə bərk duymuşdu. Bunun səbəbini özü deyə bilməzdi, amma bu heç də onun ümumi ovqatı ilə bağlı deyildi. Əksinə Yedigey Almatadan şən gümrah əhval-ruhiyyə ilə qaydırdı. Yelizarovla hansı qapını açmışdısa, onları gülərüzlə qarşılayıb, başa düşmüş və əllərindən gələn xeyirxahlığı əsirgəməmişdilər. Bu da öz-özlüyündə Yedigeyin haqlı olduğunu göstərmiş, işin yaxşı nəticə verəcəyinə ümidini artırmışdı. Axırı belə də oldu. Yedigey Alma atadan qayıdacağı gün Yelizarov onu vağzalın yanındakı restorana nahar eləməyə aparmışdı. Qatarın yola düşməsinə hələ çox vardı. Onlar da oturub, nuş canlıqla bala-bala içir, olub keçənlərdən danışır, ürəkdən halallaşırdılar. Həmin söhbətdə Yedigeyin başa düşdüyünə görə Afanasi İvanoviç özünün ən məhrəm ürək sözlərini danışırdı. O keçmiş Moskva komsomolçusu 20-ci illərdə basmaçılarla mübarizə etmək üçün Türkistan diyarına düşmüşdü. Elə burada da kök atıb ömürlük qalmışdı. Geologiya elmi ilə məşğul olmuşdu. O belə hesab eləyirdi ki, bütün bəşəriyyətin oktyabr inqilabının başladığı işə bəslədiyi ümidlər əbəs deyil. Buraxılan səhvlər bizə necə baha başa gəlmiş olsa da, bu yeni yoldakı inkişaf dayanmayıb davam edir. Tarixin məğzi, mənası da elə bundan ibarətdir. Bir də onu dedi ki, bundan sonra inkişaf yeni qüvvə ilə davam edəcək. Cəmiyyətin öz səhvlərini düzəltməsi, özünü təmizləməsi buna zəmanətdir. Əgər özümüz öz üzümüzə bunu deyə biliriksə, deməli gələcək üçün kifayət qədər gücümüz var, deyə Yelizarov inamla bildirdi. Nahar vaxtı onlar belə şeylər barədə əməlli başlı söhbət elədilər. Boranlı Yedigey elə bu əhvalla da öz ev eşiyinə sarı özəyə qaydırdı. Yenə də bütün 7 çay ərazisi boyunca uzanıb gedən möhtəşəm Alataonun mavi, qarlı silsiləsi uzaqdan onları müşahiət edirdi. Bax, elə onda Alma-Ata yolunda qəlbindən qopan hansı bir səs isə ona demişdi ki, Zərifə gərək ki, ərə getmiş olsun. Dağlara tamaşa eləyə-eləyə, düzlərə baxa-baxa, Yedigey fikirləşdi ki, dünya yaxşı adamlardan xali deyil. Sözü ilə işi əməli düz gələn Yelizarov kimi adamlar var. Belə adamlar olmasaydı, dünyada insanların işi daha çətin ola bilərdi. Yedigey Abutalibin işi üçün lazım olan bütün qapıları döyəndən sonra bir də zamanın etibarsızlığı, dəyişkənliyi barədə fikirləşdi. Əgər Abutalib sağ qalmış olsaydı, onun üstünə atılan bu şərdən təmizə çıxardı. Bəlkə də təzədən öz balaları ilə xoşbəxt həyat sürərdi. Sağ olsaydı. Elə məsələ də bundadır. Sağ olsaydı əlbəttə Zərifə də onu son nəfəsinə qədər gözləyərdi. Daha bunun oyan bu yanı yoxdur. O cür qadın nəyin bahasına olur olsun ərini gözlərdi. İndi ki, heç kimi gözləmirsən, əlin yerdən göydən də üzülübsə, cavan qadın niyə tək yaşasın gərək? İndi ki, iş belə gətirib, münasib adam rast gələndən sonra niyə ərə getməsin, niyə axı? Bu fikirlərdən Yedigeyin qanı qaraldı. Bu barədə fikirləşməməyə, diqqətini nəysə başqa bir şeyə yönətməyə cəhd göstərdi. Təsəvvürünün qol qanat açmasına imkan verməyə çalışdı.
Amma bundan heç nə çıxmadı. Dilxor olub getdi vaqon restorana. Vaqon restoranda adam az idi. Yolun başlanğıcı olduğuna görə hələ hər yer tərtəmiz gül kimi idi. Yedigey tək tənha pəncərə qabağında oturdu. Əvvəlcə bir şüşə pivə götürdü ki, başını qatsın. Vaqon restoranın geniş pəncərəsi imkan verirdi ki, bir baxışla eyni vaxtda dağları da, düzləri də, göyü də görə bilsin. Bir tərəfdən ötüb keçən lalə xalılı yaşıl düzlər, o biri tərəfdən də başı qarlı dağların təntənəli silsiləsi onun ruhunu əlçatmaz arzulara doğru uçurur və axırıncı niskillə doldururdu. Acı ağrılardan ürəyi acılıq istədi. Araq sifariş elədi. Ancaq bir neçə qədəh içəndən sonra gördü ki, araq təsir eləmir. Təzədən pivə gətizdirib fikrinin cilovunu buraxaraq xeyli oturdu. Gün batmaq üzrə idi. Yaz axşamının durğunluğunda sanki dəmir yolunun hər iki tərəfində nə varsa ayaq açıb geriyə qaçırdı. Ötüb keçən qəsəbələr, bağlar, yollar, körpülər, adamlar, sürülər Yedigeyə az təsir edirdi. Çünki keçmişin qurtardığından xəbər verən ağır qüssə yeni bir qüvvə ilə hücum çəkərək onun əhvalını pozur, qəlbini sıxırdı. Yenə də ağlına Rəhmalı ağanın vida sözləri gəlib düşdü. Elatımız Qaradağdan köçəndə, qoyun quzu göy dağlardan enəndə, yola baxma həsrət ilə bəyim ay. Bu vəziyyətində Yedigeyə elə gəldi ki, keçmişdə Rəhmalı ağanı ağcaqayın ağacına bağlayan kimi elə onun özünü də çəkib bağlayıblar. Elə onun özünü özündən qoparıb ayırıblar. Yedigey qaranlıq düşənə kimi elə bu cür oturdu. Sonra müştərilər gəlib doluşdular. Tütün tüstü əlindən nəfəs almaq mümkün olmadı. Yedigey başa düşə bilmirdi ki, axı bu adamlar bu araqla tütündə nə tapıblar görəsən. Burada kişilərlə gələn arvadlar da onu cırnadırdı. Xüsusilə gülüşləri lap təbindən çıxarırdı. Bu qalxıb səndələyə-səndələyə restoranın stolları arasında təntiyən ofisantı tapdı. Pulunu verib öz kupesinə getdi. Qabaqda bir neçə vaqondan keçməli idi. O, qatarın ahəngi ilə yırğalana-yırğalana, vaqonlardan keçdikcə özünün tənhalığı və kimsəsizliyindən getdikcə daha çox pozulur və ağırlaşırdı. Axı bu yaşamaq nəyə lazımdır, kimə lazımdır? Sənin bu yol ölçməyin. İndi haradan gəlib hara getdiyinə də, gecənin bu vaxtı bu sürət qatarının belə tələsməyinə də tamam laqeyd idi. Hansı tamburdasa ayaq saxladı. Od tutub yanan alnını qapının soyuq şüşəsinə söykəyib durdu. Heç yana baxmadı. Yanından ötüb keçən sərnişinlərə də fikir vermədi. Qatar isə yırğalana-yırğalana gedirdi. Qapını aça bilərdi, çünki bütün dəmir yolçular kimi onun da açarı vardı. Qapını açar, elə buradaca cəhənnəm olub gedərdi. Bu kimsəsiz yerlərin zil qaranlığında Yedigey uzaqdan ona, sanki gəl-gəl deyən iki işartı gördü. Bu işıqlar uzun müddət gözləri önündən çəkilmədi. Bunlar ya tənha bir evin pəncərəsindən gəlirdi, ya da kiçik tonqal işığı idi. Yəqin ki, bu işıqların yanında bir adam olmalı idi. Bəs onlar kim ola? Orada neyləyirlər? Kaş Zərifə olaydı uşaqları ilə. Elə o saat qatardan tullanıb, bir nəfəsə onun yanına qaçar, ayaqlarına yıxılar, utanıb eləmədən hönkürüb ağlar, bütün dərdinin iskilini göz yaşları ilə çıxardardı. Boranlı Yedigey artıq kənarda gözdən itməkdə olan işıqlara baxıb ümidsiz halda inlədi. Elə bu cürdə tamburun qapısında dayanıb, sərnişinlərin səsli küylü gediş-gəlişinə əhəmiyyət vermədən, səssizcə içini çəkib hıçqırırdı. Onun üzü göz yaşlarında islanmışdı. Qapını da açıb kandarı da adlamağa imkanı vardı. Qatar isə yırğalana-yırğalana gedirdi. Elatımız Qaradağdan köçəndə, qoyun quzu göy dağlardan enəndə yola baxma həsrəti ilə bəyim ay. Qatarlar bu yerlərdən şərqdən qərbə, qərbdən də şərqə gedirdi. Bu yerlərdə dəmir yolunun hər iki tərəfi ilə intihasız sarı torpaq çöllərinin göbəyi hesab olunan sarı özək düzləri uzanıb gedir. Coğrafiyada hər şey Greenwich meridianı ilə ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə müəyyən edilir. Qatarlar isə bu yerlərdən şərqdən qərbə, qərbdən də şərqə gedirdi. Böyük ağ quyruq çalağan ətrafı gözdən keçirmək üçün Malakumdıçap yarğanındakı yuvasından qalxdı. O, öz ov yerlərini 2 dəfə nəzərdən keçirərdi. Bir dəfə günortadan əvvəl, bir dəfə günortadan sonra. Düzdə olan hər şeyə yuxarıdan diqqətlə nəzər yetirib, aşağıda hərəkət eləyən nə varsa, sürünən böcəklərdən tutmuş çevik kərtənkələlərə kimi hamısını görən çalağan sakitcə sarı özək üzərində uçurdu. Samballa qanad çalır, getdikcə yüksəkliklərə qalxırdı ki, aşağıdakı düzləri daha geniş dairədə görə bilsin.
Eyni zamanda ənginliklərdə süzərək özünün sevimli ovlağına yaxınlaşırdı. Bu qapalı zonanın sahəsi idi. Bu geniş sahə çəpərə alınandan sonra burada xırda-xuruş heyvan və quş xeyli artmışdı. Ona görə ki, tülkü və başqa yırtıcıların bura soxulması çətinləşmişdi. Çalağan üçün isə çəpər-məpər maneə deyildi. Bundan da istifadə eləyirdi. Bu, onun üçün əlverişli şərait yaratmışdı. Amma hər halda bunun da düşər-düşməzi vardı. 2 gün əvvəl yuxarıdan balaca bir dovşanı qaralayıb şığıyanda dovşan özünü məftillərin altına dürtmüşdü. Sürətlə şığıyan çalağan da az qala dəmir tikanlara sancılacaqdı. Çətinliklə səmtini dəyişib yan keçə bildi və qəzəblə havalandı. Döşündən bir neçə xırda tük qopub sonradan havada sərbəst yellənə-yellənə enməyə başladı. O vaxtdan da bu yana çalağan bu təhlükəli çəpərdən uzaq gəzməyə çalışırdı. Dediyimiz vaxtda da çalağan bu yerlərin sahibi kimi tələsmədən təmkinlə uçur, bir dəfə də olsun artıq qanad çalmırdı ki, yerdəki canlıların diqqətini cəlb etməsin. Bugün səhər birinci uçuşunda, sonra da ikinci uçuşda aşağıda böyük canlanma, kosmodromun geniş beton sahəsində çoxlu maşın gördü. Maşınlar irəli-geri gedib gəlir, əsasən də raket qurğularının başına dolanırdı. Öz meydançalarında göylərə tuşlanıb dayanmış bu raketlərə çalağan çoxdan alışmışdı. Amma bugün onların dövrəsindəki vurnuxmadan bilinirdi ki, nəsə bir hadisə baş verib. Həddən çox adam, həddən çox maşın, həddən çox vurnuxma vardı. Çalağanın gözündən bu da yayınmadı ki, bayaq çöldə gördüyü dəvəyə minmiş bir adam, 2 traktor, bir də tükləri pırtlaşıq kürən it gəlib çəpərin dibində durublar. Elə bil bu maneədən keçə bilmirlər. Kürən it öz bekara görkəmi ilə onun əsəblərinə toxunurdu. Adamların yanında vurnuxmağı da onu lap təbdən çıxarırdı. Amma o öz münasibətini kürən itə qəti bildirmədi. Bu dərəcədə də alçala bilməzdi. O əvvəlki kimi bu yerlərin üstündə dövrə vurur, diqqətlə kürən iti izləyirdi ki, görsün adamların yanında quyruq bulayan bu kürən it daha nə hoqqalardan çıxacaq. Yedigey saqqallı sifətini yuxarı qaldırıb baxdı və havada süzən çalağanı gördü. Ağ quyruq özü də böyüyündəndir deyə fikirləşdi. Kaş çalağan olaydım, məni kim saxlaya bilərdi, uçardım, qonardım düz Anabeytin kümbəzinə. Elə bu vaxt qarşıdakı yolda maşın göründü. Gəlir deyə Yedigey sevindi. Allah qoysa hər şey qaydasına düşər. Maşın sürətlə şlaqbauma yaxınlaşdı. Gözətçi məntəqəsinin böyründəki qapının yanında sərt tormuz verdi. Gözətçi də maşının gəlməyini gözləyirdi. Rəis maşından düşən kimi həmin dəqiqə özünü qurutdu. Keşik rəisi Tansıkbayevi hərbi salamla qarşılayıb məlumat verməyə başladı. Yoldaş leytenant, məlumat verirəm ki, ancaq keşik rəisi əlinin hərəkəti ilə onun sözünü yarıda kəsdi. Gözətçi sözünün yarısında əlini gicgahından çəkəndə şlaqbaumun o tərəfində dayanan adamlara tərəf döndü. Kimdir burada kənar adam? Gözləyən kimdir? Sizsiz, deyə o boranlı Yedigeyə müraciət elədi. Biz qoy Qaraqım. Ana beytdə yeltpey turub qaldıq. Kolay da bolsa Jardandeş Qaraqım, deyə Yedigey ordenlərini cavan zabitə göstərməyə çalışdı. Bu leytenant Tansıkbayevə heç bir təsir göstərmədi. Rəsmi bir görkəmlə boğazını artladı. Qoca Yedigey bir də ağzını açmaq istəyəndə soyuq bir səslə onu qabaqladı. Yoldaş kənar adam, mənimlə rus dilində danışın. Mən xidməti vəzifə başındayam deyə, qıyıq gözləri üstündən qara qaşlarını çataraq xəbərdarlıq etdi. Boranlı Yedigey yaman pərt oldu. Bağışla, o özünü itirib sustu. Dili tutulan kimi oldu, deyəcəyini də unutdu. Caydaq Ədil bəy qocanın köməyinə çatıb özü leytenanta müraciət etdi. Yoldaş leytenant, icazə verin xahişimizi bildirim. Bildirin, amma qısa eləyin, deyə leytenant xəbərdarlıq etdi. Bircə dəqiqə, qoy mərhumun oğlu da burada iştirak etsin. Caydaq Ədil bəy Sabitcana tərəf döndü. Sabitcan, ay Sabitcan, bura gəl. Amma kənarda gəzişən Sabitcan etinasızlıqla əlini yellədi. Özünüz danışın. Caydaq Ədil bəy pörtüb qızardı. Bağışlayın yoldaş leytenant, işin belə gətirdiyindən inciyib. Bizim mərhumun oğludur, bizim qoca Qazanqapı deyirəm. Kürəkəni də buradadır, odur, yedəkdə oturub. Kürəkənə elə gəldi ki, onu çağırırlar. Qalxıb yedəkdən düşdü. Bu xırdalıqlar məni maraqlandırmır, mətləbə keçin, deyə keşik rəisi təkid etdi. Yaxşı, qısa və aydın. Yaxşı, qısa və aydın. Caydaq Ədil bəy hər şeyi olduğu kimi danışdı.
kimdilər, haradan gəliblər, bura gəlməkdə məqsədləri nədir? O danışdıqca Yedigey leytenant Tansıkbayevin üzünə baxır və görürdü ki, bu işdən bir şey çıxmayacaq. O şlaqbaumun o tərəfində dayanmışdı ki, elə-belə formal olaraq kənar adamların şikayətinə qulaq assın. Yedigey bunu başa düşən kimi tamam məyus oldu. Qazanqapın ölümü ilə bağlı olan bütün işlər, yola çıxmaq üçün gördüyü hazırlıq işləri, mərhumu Anabeytdə dəfn etmək üçün cavanları razı salmaq cəhdləri, özünün sarı özək tarixi ilə bağlı olmaq haqqındakı fikirləri, bir sözlə nə vardısa, hamısı Tansıkbayevin simasında puç olub getdi. Yedigeyin ən müqəddəs hissləri təhqir olunmuşdu. Dünən araq üstündən şubat vurub, dil pəhləvanı kimi Allahlardan, radio ilə idarə olunan adamlardan dən vurub, öz məlumatı ilə Boranlıları təəccübləndirmək istəyən Sabitcanın indi qorxusundan ağzını açıb bir kəlmə də danışmaması ona bir tərəfdən gülməli görünürdüsə, digər tərəfdən də qəhərləndirib ağlamaq dərəcəsinə çatdırırdı. İndi onun nəzərində qotazlı naxışlı tərliklə bəzədilmiş qaranər də gülməli göründüyü üçün onu ağrıdırdı. Bu gündən belə kimə nəyə lazımdır bu? Öz ana dilində danışmağa cürət etməyən, ya danışmaq istəməyən bu bala leytenant Tansıkbayev nə qanır ki? Qaranərin üst-başı nəyə dəyər? Yedigey mərhum Qazanqapın əyyaş kürəkəninə görə də xəcalət çəkirdi ki, mərhumun yanında olmaq üçün dünəndən bəri dilinə bir gilə də içki vurmayıb. Yedəkdə silkələnə-silkələnə gəlmişdi ki, qaynatasını burada dəfn etsin. İndi də yaxınlaşıb ümidlə gözləyirdi ki, bəlkə buraxdılar içəri. Boranlı Yedigey hətta kürən it culbars üçün də pərt olub xəcalət çəkirdi ki, bu boyda yolu onlara qoşulub nəyə gəlib, indi də oturub səbirlə gözləyir ki, nə vaxt tərpənəcəyik. Axı bu itin nəyinə lazımdır görəsən? Kim bilir, bəlkə də it işin belə qurtaracağını əvvəlcədən hiss eləyirmiş. Elə onun üçün də gəlib ki, dar ayaqda sahibinin yanında olsun. Cavan traktorçular Cuma Əli ilə Qali bəy də traktorların kabinələrində oturub gözləyirdilər. İndi onlara nə desin? Bundan sonra onlar nə fikirləşəcəkdilər? Alçalıb pərt olmuş Yedigey tədricən qəzəbləndiyini, qanının qaynayıb coşduğunu hiss edirdi. Amma iradəsini toplayıb özünü təmkinli saxlamağa çalışırdı. Yox, nə qədər ki mərhum dəfn edilməyib, onun özündən çıxmağa haqqı yoxdur. Ahıl adama hirslənib səsini ucaltmaq yaramaz. Buna görə də içində çəkdiklərini biruzə vermir, dişlərini kilidləyib sifətinin əzəlilərini gərginləşdirirdi ki, artıq bir söz, artıq bir hərəkət olmasın. Yedigeyin nigarançılığı düz çıxdı. Caydaq Ədilbəy ilə keşik rəisinin danışığı tamam ümidsiz bir səmtə yönəldi. Leytenant Caydaq Ədilbəyə qulaq asıb qurtarandan sonra dedi: Heç cür kömək eləyə bilmərəm. Kənar adamların zona ərazisinə daxil olması qəti qadağandır. Biz bunu bilməmişik, yoldaş leytenant. Yoxsa bura niyə gəlirdik? Niyə gəlirdik axı? Daha iş işdən keçib, yuxarı rəislərdən xahiş eləyin, qoy ölünü bastırmağa icazə versinlər. Mən artıq xidmət üzrə müraciət eləmişəm. Tapşırıq almışam ki, heç kimi heç bir bəhanəyə görə içəri buraxmayın. Bu bəhanə niyə olur, yoldaş leytenant, deyə Caydaq Ədilbəy təəccüblə soruşdu. Heç bəhanənin yeridir, nə bəhanə? Axı sizin zonanızla bizim nə işimiz? Mərhumu bastırmalı olmasaydıq, bu boyda yolu niyə basıb gəlirdik? Mən bir də təkrar edirəm, yoldaş kənar adam. Bura heç kim buraxılmır. Necə yəni kənar adam, deyə bayaqdan susub dayanan əyyaş kürəkən birdən partladı. Kimdir kənar adam? Bizik kənar adam. Onun içkidən öləziyib xəmirləşmiş sifəti qan gətirdi. Dodaqları göm-göy göyərdi. Doğru deyir, nə vaxtdan biz kənar adam olmuşuq, deyə Caydaq Ədilbəy də ona səs verdi. Əyyaş kürəkən icazə dairəsində olan həddi aşmamaq üçün səsini qaldırmadı. Rusça pis danışdığını bildiyinə görə sözləri ləngidib düzəldə-düzəldə dedi. Bu bizim qəbristanlıq bura. Biz sarı özək cəmaatı ixtiyar var, öz adamımızı burada bastıraq. Burada çox il qədim Nayman ana bastıranda heç kəs bilməz. Burada bağlı zona olacaq. Mən sizinlə mübahisəyə girmək fikrində deyiləm, leytenant Tansıkbayev qəti fikrini bildirdi. Hal-hazırda bir keşik rəisi kimi sizə elan edirəm ki, qorunan zonanın sahəsində heç bir səbəbə görə heç bir buraxılış yoxdur və olmayacaq. Aralığa sükut çöktü. Tək ki davam gətirə biləydim. Tək ki dönüb onu söyüb biyabır eləməyəydim. Boranlı Yedigey özünü sakit eləmək üçün başını qaldırıb göyə baxdı. Yenə də biraz aralıda halay vuran çalağanı gördü. Yenə də bu təmkinli və güclü quşa qibtə elədi. Və qərara gəldi ki, xatadan uzaq olsunlar, çıxıb getmək lazımdır. Zorla soxulmayacaqlar ki. O bir də çalağana baxıb dedi.
Yoldaş leytenant, biz qayıdarıq. Amma o yuxarıda oturanınız generaldır, nədir bilmirəm. Bəlkə də ondan da böyükdür. Bax onun özünə de ki, belə olmaz. Bunu mən köhnə əskər kimi deyirəm, düzgün deyil. Yuxarıdan verilən əmrin düzgün olub olmadığını müzakirə eləməyə haqqım yoxdur. Mənə tapşırıblar, sizə çatdırım ki, gələcək üçün nəzərə alasınız. Bu qəbristanlıq ləğv ediləcək. Ana beyt, bəli, o qəbristanlıq belə adlanırsa. Niyə? Onun kimə maneçiliyi var deyə Caydaq Ədil bəy hirsləndi. Orada nəsə mikrorayon salacaqlar. Qəribədir vallah deyə Caydaq Ədil bəy çiyinlərini çəkdi. Başqa yer tapmadınız, yer qəhətliyidir. Planda belə nəzərdə tutulub. Bura bax, sənin atan kimdir deyə Boranlı Yedigey leytenant Tansıqbayevin gözünün içinə baxa-baxa soruşdu. O yaman təəccübləndi. Bunu nə eləyirsin? Sizə nə dəxli var? O dəxli var ki, sən orada deməli olduğun sözləri bizə danışma. Get, qəbristanlığı məhv eləmək istəyənlərə de. Bəlkə sənin dədən baban ölməyib, ya sən özün heç vaxt ölməyəcəksən. Bunun heç bir dəxli yoxdur. Yaxşı, onda gəl belə danışaq. Onda qoy yoldaş leytenant, sizin lap o başınızın böyüyü mənə qulaq assın. Mən tələb eləyirəm ki, icazə versinlər öz şikayətimi sizin lap o böyük rəisinizə deyim. De ki, qoca cəbhəçi, sarı özək sakini Yedigey Cangəldin ona bir-iki söz demək istəyir. Mən belə şey eləyə bilmərəm. Necə hərəkət etməli olduğumu mənə deyiblər. Bəs sən nə eləyə bilərsən deyə əyyaş kürəkən təzədən söhbətə qarışdı. Görünür canı boğazına yığılmışdı. Bazardakı milis səndən yaxşıdır. Biabırçılığı qurtarın. Keşik rəisi ağappaq ağarıb qəddini düzəltdi. Qurtarın, çəkin bunu şlaqbaumun qabağından, yolu da traktordan təmizləyin. Yedigey ilə Caydaq Ədil bəy əyyaş kürəkəni dartıb traktorlara tərəf apardılar. Amma o dayanmaq bilmir, geriyə qanrılıb çığırırdı. Sağan jolda jetbeydi, sağan jerdə jetbeydi. Urdım səndeydin auzun. Bayaqdan kənarda gəzişib səsini çıxarmayan Sabitcan bu yerdə özünü göstərmək məqsədi ilə onların qabağına yeridi. Nə oldu? Ağzınızdan vurub qaytardılar? Elə belə də olmalıydı. Yaman hazırlaşmışdınız. Ana beyt, ayrı cür ola bilməz. İndi döyülmüş it kimi geri qayıdırsınız. Kimdir döyülmüş it deyə əyyaş kürəkən özündən çıxaraq onun üstünə cumdu. Aramızda it varsa o sənsən. Əclaf. Orada duranla sənin nə fərqin var? Elə quru göpun var. Mən dövlət adamıyam. Sən heç adam deyilsən. Dilini saxla əyyaşın biri əyyaş. Sabitcan qəsdən bərk qışqırdı ki, səsini posta eşitsinlər. Onların yerində olsaydım, belə sözlərin üstündə tutub basardım səni dama ki, səsin sorağın gəlməsin. Səndən cəmiyyətə nə xeyir? Sənin kimiləri qırıb məhv etmək lazımdır. Sabitcan bu sözləri deyib onlara arxa çöndərdi ki, yəni tüpürüm sənə və sənin yanındakılara. Birdən ağa kimi ucadan əmrlər verməyə başladı. Nə ağzınızı açıb dayanmısınız? Traktorları işə salın. Necə gəlmişik, elə də qayıdaq. Cəhənnəm olub gedək. Döndər görüm, bəsdir. Bəsdir gic yerində qaldım. Başqalarının ağzına baxanda belə olar. Qali bəy traktorunu işə saldı. Ehtiyatla dönməyə başladı ki, yedəyi yola çıxarsın. Əyyaş kürəkən də tez yedəyə atılıb, mərhumun yanında əvvəlki yerini tutdu. Cuma Əli də gözləyirdi ki, Yedigey gəlib çalova bağladığı dəvəsini açsın. Sabitcan bunu görə gözləmədi. Əksinə daha da tələsdirməyə başladı. Niyə işə salmırsan? Tez ol, nəyi gözləyirsən? Döndər geri, yaxşı dəfn elədik. Axı əvvəldən razı olmurdum. Daha bəsdir, döndər gedək evə. Boranlı Yedigey dəvəyə minənəcən əvvəlcə onu xıxlamalıydı. Sonra alığa oturub qaldırmalıydı. Traktorlar geri dönüb yola düşdülər. Elə öz işləri ilə də qaydırdılar. Heç kişini gözləmədilər də. Onları qabaq traktorda oturan Sabitcan tələsdirirdi. Bayaqki çalağansa elə göydə halayını vururdu. O yüksəklikdən kürən itə göz qoyurdu. İtin boşu-boşuna veyillənməsi nədənsə ona toxunurdu. Bir də başa düşmürdü ki, traktorlar yola düşəndə niyə it onların dalınca getmədi? Dəvəli adamın yanında qalıb dəvəyə minənəcən onu gözlədi. Sonra da yanına düşüb şortladı. Qabaqda traktora minənlər, dallarınca dəvəli adam, onun dalınca da atdana qaçan it yenə sarı özək çölləri ilə hərəkət edib, yanlarını selin suyun yuyub yaladığı çıxıntılardan birinin əldən ayaqdan uzaq yerində həmin çalağanın yuva qurduğu Malakumdıçap yarğanına tərəf yol aldılar. Başqa vaxt olsaydı, çalağan narahat olub qıy vurardı, özünü kənarda uçan kimi göstərsə də bu gəlmə adamlardan gözünü çəkməzdi. Sürətini artırıb öz halal torpaqlarında ov eləyən tayını səslərdi ki, hər ehtimala qarşı gəlib ona qoşulsun, bəlkə yuvanı qorumaq lazım gəldi.
Amma bu dəfə ağquyruq çalağan heç narahat olmadı. Çünki balaları çoxdan qanadlanıb pərvaz eləmişdi. Kəhrəba gözlü, donqar dimdik çalağan balaları günü-gündən qanadlarını möhkəmləndirir, artıq müstəqil həyat sürürdülər. Sarı üzəyin bu həndəvər yerlərində öz ovlaqları vardı. Hətta indi qoca çalağan hərdən onların yerlərinə baş çəkəndə atalarını o qədər də xoşluqla qarşılamırdılar. Çalağan öz adəti üzrə ovlağında gördüyü hər şeyə fikir verdiyi kimi geri qayıdan adamları da izləyirdi. Bir də insanlardan ayrılmayan o kürən it onu rahat qoymurdu. Onu adamlara bağlayan nədir? Niyə özü ov eləmir? Elə quyruğunu bulaya-bulaya öz işləri ilə məşğul olan adamların dövrəsinə dolanır. Axı belə həyat onun nəyinə lazımdır? Çalağanın diqqətini cəlb eləyən bir şey də dəvəyə minmiş kişinin döşündəki parıldayan şeylərdir. Elə buna görə də Çalağan o saat gördü ki, traktorların dalınca gələn dəvəli kişi heyvanı məhmizləyib kəskin hərəkətlə kənar getdi. Dəvəni suyu çəkilmiş dayaz bir dərə ilə kəsə sürüb, traktorlar dolanıb dərəni ötünəcən onları dalda qoydu. O qamçısını yellədərək dəvəni qovur, sürətini daha da artırırdı. Kişinin döşündə parıldayan şeylər atılıb düşür, bir-birinə dəyib cingildəyirdi. Dəvə uzun ayaqlarını gen ataraq yorturdu. Kürən it geri qalmasın deyə onların dalınca götürüldü. Ta o adam traktoru ötüb keçərək Malakumtçap yarğanın gədiyində yolu kəsənəcən bu vəziyyət davam elədi. Ona çatanda traktorlar tormozlayıb dayandılar. Nə var, nə olub deyə Sabitcan kabinədən boylandı. Heç nə, motorları söndürün deyə Boranlı Yedigey əmr etdi. Sözüm var. Nə söz canım, ləngitmə, bəsdir gəzib dolandıq. İndi sən özün ləngidirsən, çünki burada dəfn eləyəcəyik. Bəsdir elə saldığın, Sabitcan lap özündən çıxdı. Onsuz da əzilib əskiyə dönmüş qalstukunu çəkib dartışdırdı. Özüm bastıracağam raziyezdə, ayrı söz ola bilməz, bəsdir. Qulaq as Sabitcan, ata sənindir, bu barədə mübahisə ola bilməz. Amma sən bu dünyada tək deyilsən. Hər halda sən qulaq as, gör nə deyirəm. Postda nə olduğunu özün gördün, özün eşitdin. Bizim heç birimizdə təqsir yoxdur. Sən gəl bunun ayrı tərəfini fikirləş. Harada görünüb ki, bastırılmağa aparılan ölü geri qaytarılsın. Hələ belə şey görünməyib. Bu biabırçılıqdan heç birimiz qurtara bilmərik. Dünyasında belə şey olmayıb. Cəhənnəmə ki görünməyib, Sabitcan razılaşmadı. Sən indi belə deyirsən, adam hirslənəndə nə gəldi deyə bilər. Amma sabah xəcalət çəkəcəksən, fikirləş. Bu rüsvayçılığı heç nə ilə yub təmizləyə bilməyəcəksən. Dəfn olunmağa aparılan mərhum geri qaytarılmamalıdır. Caydaq Ədil bəy də ekskavatorun kabinəsindən düşdü. Onu görüb əyyaş kürəkən də yedəkdən enib gəldi. Traktorçu Cumaəli də yaxınlaşdı ki, görsün nə səbəbə dayanıblar. Boranlı Yedigey dəvəsini köndələn qoyub yolu kəsmişdi. İgidlər qulaq asın deyə Yedigey onlara üst tutdu. İnsan ədətlərini pozmayın, təbiətə qarşı çıxmayın. Hələ belə şey görünməyib ki, qəbristanlıqdan ölü geri qayıda. Bastırılmağa aparılan gərək bastırılsın. Başqa yolu yoxdur. Baxın bu Malakumtçap yarğanına. Bu da bizim sarı özək torpağıdır. Nayman ana burada bu Malakumtçapda özünün məşhur ağısını deyib. Oğlunu oxşayıb. Gəlin mən qoca Yedigeyə qulaq asın. Qoyun Qazanqapın məzarı burada olsun. Elə mənim də qəbrim qoy burada olsun. Allahın rızası olsa özünüz gətirib burada bastırarsınız. Mən bunu sizdən xahiş eləyirəm. İndi isə hələ gec deyil, vaxt var. Baxın, orada lap yarğanın qaşında mərhumu dəfn eləyək. Caydaq Ədil bəy Yedigeyin göstərdiyi yerə baxdı. Cumaəli, keçər ekskavatorun deyə soruşdu. Keçər, niyə keçmir, keçər? Bir dayan görüm, necə yəni keçər? Sən əvvəlcə məndən soruş deyə Sabitcan sözə qarışdı. Elə biz də soruşuruq da, deyə Cumaəli cavab verdi. Eşitmədin ki, kişi nə dedi? Daha sənə nə lazımdır? Mən də deyirəm ki, daha bəsdir məni ələ saldınız. Bu mərhuma hörmətsizlikdir. Sürün raziyezdə. Ona qalsa hörmətsizlik onda olar ki, mərhumu qəbristanlıqdan evə qaytarasan deyə Cumaəli ona cavab qaytardı. Ona görə də yaxşı fikirləş. Hamı susurdu. Bilirsiniz nə var? Siz özünüz bilərsiniz deyə Cumaəli sükutu pozdu. Mən gedirəm qəbri qazmağa. Mənim vəzifəm budur ki, çala qazım, özü də dərin olsun. Hələ ki vaxt var. Qaranlıq düşəndən sonra kim bu işi görəcək? Siz özünüz bilərsiniz. Və Cumaəli öz Belarus ekskavatoruna tərəf getdi. Əlüstü motoru işə salıb yolun qırağına çıxdı. Onların yanından ötüb diktirlə Malakumtçap yarğanının qaşına qalxdı. Onun dalınca Caydaq Ədil bəy yollandı. Ondan sonra da Boranlı Yedigey Qaranəri tərpətdi. Əyyaş kürəkən keçib traktorun qabağında dayandı. Üzünü Qalibəyə tutub yarğanı göstərərək dedi. Ora sürməsən, yatacağam traktorun altına.
Bu mənim əlimdə heç nə deyil. İndi neyləyim, hara sürüm deyə Qali bəy Sabitcandan soruşdu. Görmürsən, hamısı əclafdır, it uşağı it. Sabitcan açıq-aşkar söyüş söydü. Nə oturmuşsan, sür onların dalınca. Göydəki çalağan indi də yarğanın qaşında eşələnən adamlara fikir verirdi. Maşınlardan biri əsib titrəyir, çalovu ilə yer qazıb, sümbülqıran yuvasının ağzına yığan kimi torpağı qazıb qabağına atırdı. Bu vaxt yedəkli traktor da yavaş-yavaş onlara tərəf gəlirdi. Yedəkdə yenə də tənha bir adam ağ keçəyə bükülüb, yedəyin ortasında qoyulmuş hərəkətsiz bir şeyin yanında oturmuşdu. Pırpız tüklü kürən it adamların yanında hərlənir, ancaq daha çox dəvə ilə yaxınlıq eləyirdi. Gedib onun kölgəsində ayaqları altında uzanırdı. Çalağan başa düşdü ki, bu adamlar torpaqda hələ çox eşələnəcəklər. O yanakı süzüb geniş dairələr vura-vura uzaqlaşdı. Qapalı zonaya tərəf uçdu. Qəsdi də bu idi ki, yol üstü ov eləsin, həm də baxıb görsün bayaq kosmodromdakı vurnuxmanın axırı necə oldu. 2 gün idi ki, kosmodromun meydançalarında böyük gərginlik vardı. Gecə-gündüz iş gedirdi. Bütün kosmodrom, qonşuluqdakı xüsusi xidmət binaları və zonalar gecələr yüzlərlə güclü projektorun işığına qərq olurdu. Yer gündüzdən də işıqlı olurdu. Onlarca ağır, yüngül xüsusi maşın, nə qədər alim və mühəndis həlqə əməliyyatını həyata keçirmək üçün hazırlıq görürdü. Kosmosda uçan aparatları məhv etmək üçün hazırlanmış antipeyklər kosmodromun xüsusi meydançasında göyə zillənib hazır vəziyyətdə durmuşdu. İntihası SSM-7 sazişi əsasında müəyyən vaxta qədər onlardan istifadə etmək olmazdı. Amerika tərəfindən də həmçinin. İndi təcili həlqə transkosmik əməliyyatı proqramının həyata keçirilməsi ilə əlaqədar olaraq onları tətbiq etməyə imkan tapılmışdı. Amerikadakı Nevada kosmodromunda da həlqə əməliyyatı üzrə sinxron şəkildə belə robot raketlər buraxılacaqdı. Sarı üzək N dairəsində bu əməliyyatın vaxtı axşam saat 8-ə təsadüf eləyirdi. Düz 20:00-da raketlər start götürməli idi. Bir-birinin ardınca dəqiqə yarım intervalla sarı üzəkdən 9 antipeyk raketi qalxmalı idi. Bu raketlər başqa planetlərdən gələn uçan aparatların qarşısını kəsmək üçün qərb-şərq müstəvisi üzrə yer kürəsi ətrafında daimi fəaliyyət göstərən həlqə yaradacaqdı. Nevadadan qalxan robot raketlər isə şimal-cənub həlqəsi düzəltməli idilər. Düz gündüz saat 3-də Sarı Özək 1 kosmodromunda 5 dəqiqəlik adlanan start qabağı təftiş sistemi işə salındı. Hər 5 dəqiqədən bir bütün xidmət bölmələrində, bütün kanallarla ekran və tablolarda səslə təkrar olunan yazılar yanırdı. Starta qalır 4 saat 55 dəqiqə. Starta qalır 4 saat 50 dəqiqə. Starta 3 saat qalmış dəqiqə sistemi işə başlayacaqdı. Həmin o vaxt 1-2 və 2-1 paritet kosmonavtlarla mümkün olan hər cür əlaqəni kəsmək məqsədi ilə paritet orbital stansiyasının kosmosda tutduğu vəziyyətin parametrləri, eləcə də bord rabitə radio kanallarının kodları dəyişdirildi. O yandan da tamamilə əbəs yerə, səhrada qışqırıb, imdad istəyən adamlar kimi 1-2 və 2-1 paritet kosmonavtlar kainatdan aramsız siqnallar göndərirdilər. Onlar yalvarırdılar ki, əlaqəni kəsməsinlər. Onlar Birdamərkin qərarından narazılıq eləmirdilər. Təklifləri o idi ki, meşəli döş sivilizasiyası ilə mümkün ola biləcək kontaktlar problemi ətrafında təkidlə dönə-dönə düşünsünlər. Şübhəsiz, ilk növbədə yer əhalisinin mənafeyini nəzərə alsınlar. Onlar həmçinin özlərinə bila təxir bəraət verilməsində də təkid etmirdilər. Əksinə razı idilər ki, onların meşəli döş planetində olmağı hər iki tərəfin qalaktika arası münasibətlərinə xeyir vermiş olsun. Onların yeganə etiraz etdikləri şey tərəflərin tətbiq etmək istədikləri həlqə əməliyyatı idi. Onların fikrincə bu qlobal özünü təcrid bəşər cəmiyyətini elə bir tarixi və texnoloji bataqlığa sürükləyəcək ki, bunun aradan qaldırılması üçün 1000 illər lazım gələcək. Əfsus ki, artıq gec idi. Dünyada heç kim onları eşitməyəcəkdi. Heç kəsin ağlına gəlməyəcəkdi ki, onların haray səsi kainat boşluğunda itib batır. Vaxt gəlib o yerə çatmışdı ki, Sarı Özək 1 kosmodromunda həlqə əməliyyatının yaxınlaşan, start dəqiqələrini sayan dəqiqə sistemi işə başlamışdı. Çalağan isə ovlaq üzərində növbəti uçuşunu başa vurub yenə də Malakumtçap yarğanının üstünə qayıtmışdı. Oradakı adamlar indi də əllərinə bel alıb işləyirdilər. Ekskavator böyük bir kom torpaq qazıb çıxarmışdı.
İndi o xortumunu lap çalanın dibinə salıb olan qalan torpağı çıxardırdı. Tezliklə onun əsməsi kəsildi. Çəkilib bir kənarda durdu. Adamlar isə hələ də çalanın dibində nəsə qazıb düzəldirdilər. Dəvə yerində idi, amma kürən it görünmürdü. O harada ola bilər? Çalağan yaxınlaşıb yarğan üzərində geniş bir halay vurdu. Başını sağa sola çevirib hər yerə göz gəzdirdi. Nəhayət gördü ki, kürən it özünü verib yedəyin altına lap çarxların arasında sərələnib. İt uzanıb dincəlirdi. Kim bilir, bəlkə də mürgü vururdu. Çalağan da eyninə deyildi. Səhərdən neçə dəfədir ki, onun başı üstündə uçur. Digər ki, it deyilən bir məxluq bir dəfə də olsun başını qaldırıb ona tərəf baxmayıb. Allahın sümbülqranı nədir? O da əvvəlcə dal ayaqları üstə dikəlib yuxarı boylanır ki, görsün göydə qorxulu bir şey yoxdur ki. Amma it adamların yanında yaşamağa öyrəşib, nə bir qorxusu var, nə də bir qayğısı. Görmürsən necə sərələnib. Çalağan uçuşunu saxlayıb qanad çala-çala bir anlığa bir yerdə dayandı. Gücənib quyruğunun altından itə tərəf güllə kimi yaşıl ağ bir şey buraxdı. Al, bu da sənin payın. Yuxarıdan Yedigeyin qoluna nə isə şapıltı ilə bir şey düşdü. Quş zili idi. Bu haradan düşdü? Yedigey qolundakı zili çırpıb saldı. Başını yuxarı qaldırdı. Yenə də ağ quyruqdur. Elə bayaqkıdır. Gör neçənci dəfədir başımızın üstündə uçur. Xeyirliyə ola. Əcəb kefdədir, üzür havada, yellənir özü üçün. Caydaq Ədil bəyin qəbrin dibindən gələn səsi onu xəyaldan ayırdı. Necədir Yedigey? Gəl bir bax, bəsdir ya yenə qazaq? Yedigey qaşlarını çatıb qəbrin qırağından aşağı boylandı. Çəkil o küncə deyə o Caydaq Ədil bəyi kənara çəkdi. Qali bəy, sən də hələlik çıx. Çox sağ ol. Hə, mən bilən dərinliyi bəs edər. Ancaq Ədil bəy, qazanağı biraz da genəltsən pis olmaz. Qoy gen olsun. Yedigey bu göstərişləri verəndən sonra su ilə dolu qabı götürüb ekskavatorun arxasına keçdi. Qayda üzrə duadan qabaq abdəst aldı. Yalnız bundan sonra rahatlanıb özünə gəldi. Qazanqapı Anabeyt qəbristanlığında bastıra bilməsələr də hər halda biabırçılıqdan can qurtara bilmişdilər. Dəfn olunmamış ölünü bir də geri qaytarmayacaqdılar. Biraz inat göstərməsəydi elə də olacaqdı. İndi gərək çalışaydılar ki, qaranlıq düşənəcən Boranlıya qayıda bilsinlər. Şübhəsiz ki, onların gecikməyi sarıdan evdən yarandılar. Axı söz vermişdilər, axşam 6-ya qayıtsınlar. Ehsan 6-ya təyin olunmuşdu. Amma indi artıq saat 5-in yarısı idi. Hələ gərək ölünü bastıraydılar, sonra da sarı özəyə nə qədər yolları vardı. Necə yeyin getmiş olsalar da 2 saat çəkəcəkdi. Bu yandan baxanda dəfn mərasimini tələm-tələsiyə də salmaq yaramaz. Çarə nədir? Ehsanı biraz gec verərlər. Daha ayrı yolu yoxdur. Yedigey dəstəmaz alandan sonra özünü dəfn mərasiminə başlamağa hazır bildi. Su qabının ağzını bağlayıb, yaş saqqalına əl çəkə-çəkə, sifətinə ciddi və samballı bir ifadə verib, ekskavatorun dalından çıxdı. Bir qədər təntənəli səslə müraciət etdi. Allahın bəndəsi, mərhumül, məğfürül, məlumun oğlu, Sabitcan. Gəl mənim solumda dayan. Siz 4 nəfər də mərhumu gətirin, qəbrin yanında üzü qibləyə qoyun. Bu işlər görülüb qurtarandan sonra dedi. İndi gəlin hamımız üzümüzü tutaq müqəddəs Kəbəyə. Əllərinizi qarşınızda açın. Allahı düşünün ki, belə bir məqamda dilinizə gətirdiyiniz sözləri və ürəyinizdən keçirdiyiniz fikirləri o eşitsin. Nə qədər qəribə olsa da Yedigey arxa tərəfdə dayananlar arasında gülünc səs və ya donqultu eşitmədi. Çox da razı qaldı. Axı deyə bilərdilər ki, ay qoca, qoy görək, sən haranın mollası oldun, qoy ölümüzü bastıraq, qaydaq evimizə. Bu bir yana, bundan başqa Yedigey cürət eləyib duanı oturan yerdə yox, ayaq üstə oxumaq qərarına gəldi. Çünki bilən adamlardan eşitmişdi ki, dinimizin yarandığı ərəb ölkələrində duanı qəbristanlıqda şax dayanıb oxuyurlar. Belə idi ya belə deyildi. Yedigey istəyirdi ki, başı göylərə daha yaxın olsun. Mərasimə başlamamış, dünyanın sağına soluna baş endirib, yerə göyə üst tutanda insanın bu dünyaya təsadüfən gəlib, gündüzün gecə ilə əvəz olunmasının dəyişilməzliyi kimi yox olub getməsinin pozulmaz qanunu yaradana baş əyəndə, Yedigey yenə də o ağ quyruq çalağanı gördü. O biraz irəlidə göyün 7 qatında süzür, hərdən qanadlarını ehmalca tərpədərək ağır-ağır halay vururdu. Ancaq çalağan onun ovqatını pozub fikrini yayındırmırdı. Ağ keçəyə bükülmüş qazanqapı xərəyin içində qəbir çalasının qırağında onun qarşısında uzatmışdılar. Binadan ta məhşər gününədək
Hamıya və hər kəs üçün, hamıya və hər vaxt üçün nəzərdə tutulmuş, kim olursa olsun, hansı dövrdə yaşayırsa yaşasın, hamı üçün labüd və eyni mənada olan və hələ dünyaya bundan sonra da gəlməli olanlar üçün də eyni dərəcədə labüd və əzəldən təyin edilmiş müqəddəratı bildirən Yasinin sözlərini dodağında zikr edərkən, Yedigey eyni zamanda peyğəmbərlərin dərk edib vəsiyyət etdikləri bu həyat düsturunu ürəkdən gələn və şəxsi təcrübəsindən əxz etdiyi fikirlərlə tamamlamağa çalışırdı. Kişi dünyada havaya yaşamamışdı axı. İlahi, əcdadlarımızın yolu ilə gedib müqəddəs kitablardan öyrəndiyim dualarımı eşidirsənsə, mənim öz sözlərimi də eşit. Elə bilirəm bunlar bir-birinə mane olmazlar. Budur, biz kimsəsiz və uzaq bir yerdə Malakumtçap yarğanında qazdığımız qəbrin qabağında dayanmışıq. Qazanqapı özünün vəsiyyət elədiyi qəbristanlıqda dəfn eləyə bilmədiyimiz üçün məcbur olub bura gəlmişik. Göydəki çalağan bizim Qazanqapla necə vidalaşdığımızı yuxarıdan seyr edir. Ey böyük Allah, varsansa keç günahımızdan, öz bəndə-i həqirin olan Qazanqapın dəfnini rəhmətlə qəbul et. Layiqdirsə onun ruhuna əbədi rahatlıq ver. Bizdən nə asılıydısa hamısını yerinə yetirməyə çalışdıq. Qalanı sənin öz işindir. İndi də madam ki, belə bir məqamda sənə üz tutmuşam, nə qədər sağam, nə qədər ki ağlım üstümdədir, mənim sözlərimi dinlə. Aydın məsələdir ki, insanlar sənə ancaq xahiş üçün müraciət eləyirlər. Rəhm elə, kömək elə, hifz elə. Hər dəqiqə başı haqda da, nahaqda da səndən çox şey umurlar. Hətta qatilin də ürəyindən keçir ki, onun tərəfində olasan. Sənsə susursan. Neyləmək olar? Biz adamlar beləyik. İllah ki, dara düşəndə bizə elə gəlir ki, sən göydə elə bunun üçün varsan. Əlbəttə ağırdır sənin üçün. Yalvarışlarımızın sonu yoxdur. Sənsə təksən. Amma mən səndən heç nə istəmirəm. Mənim bircə məramım varsa, o da bu məqamda öz fikirlərimi söyləməkdir. Son dərəcə məyusam ki, Nayman ananın dəfn edildiyi müqəddəs qəbristanlığımıza daha bizim üçün yol yoxdur. Buna görə də arzum budur ki, mənim də qəbrim Nayman ananın gəzdiyi bu yerlərdə Malakumtçapda olsun. Elə olsun ki, mən də indi dəfn edəcəyimiz Qazanqapın qəbri ilə yanaşı olum. Bir də ölənlərin ruhunun başqa canlılara keçməsi doğrudursa, onda mən qarışqa niyə olum? İstərdim ki, ağquyruq çalağana çevrilim. Mən də o göydə uçan çalağan kimi sarı özəyin üstündə süzüb, o ucalıqdan doğma yerlərimi seyr edim. Seyr etdikcə də doymayım. Vəssalam. O ki qaldı vəsiyyətimi elərəm mənimlə bura gələn cavanlara. Deyərəm məni gətirib burada bastırsınlar. Amma bilmirəm Yasinimi kim oxuyacaq. Nə Allaha inanırlar, nə də dua Yasin bilirlər. Axı Allahın olub-olmadığını heç kim bilmir və bilməyəcək də. Kimi deyir var, kimi deyir yox. Mən sənin varlığına inanmaq istəyirəm və deyirəm ki, sən mənim məqsəd və məramımdasan. Mən dualarla sənə üst tutduğum vaxt, əslində sənin vasitənlə özümə müraciət edirəm. Buna görə də bu məqamda başıma gələn fikirlər elə bil ki, sənin öz fikirlərindir, ey bizi yaradan. Məsələnin də məğzi bundadır. Bu cavanlarsa belə şeyləri fikirləşmirlər, dualara da xor baxırlar. Bəs ölüm ayağında onlar özlərinə ya başqalarına nə deyə biləcəklər? Bu cavanlara yazığım gəlir. Onlar öz insanlıq sirlərinə necə yetə biləcəklər ki, onların heç birinin, heç olmasa xəyalən Allah olmaq dərəcəsinə yüksəlməsi üçün heç bir imkanları yoxdur? Əstağfurullah, keç günahımdan, küfür söylədiyim üçün. Onlardan heç biri Allahlıq dərəcəsinə yüksələ bilməyəcək. Belə olan tərzdə sən özün də daha mövcud olmayacaqsan. Əgər insan sənin timsalında ürəyində özünü hamının dərdinə qalan Allah hesab eləməsə, onda ilahi sən özün də olmayacaqsan. Amma mən istəməzdim ki, sən tamam yox olub gedəsən. Mənim dərdim çorum da budur. Səhvim varsa keç günahımdan. Mən sadədil bir adamam. Ağlıma nə gəlir onu da deyirəm. İndi müqəddəs yazıların son sözlərini deyib dəfnə başlarıq. İlahi, bizim bu işimizə fərəc ver. Amin deyə Yedigey duasını tamamladı. Bir an susub acı bir həsrətlə çalağana baxdı. Sonra yavaş-yavaş cavanlara tərəf döndü. Allahla ünsiyyət tamam olmuşdu. İndi onun qarşısında bu qədər ləngimiş dəfn mərasimini tamamlamaq üçün gələn həmin 5 adam dayanmışdı. Məsələ belədir deyə o fikirli halda onlara müraciət etdi. Dua vaxtı nə lazımdırsa sizin əvəzinizə də dedim. İndi gəlin işə başlayaq. Yedigey yaxası ordenli medallı pencəyini çıxarıb özü qəbrin içinə düşdü. Caydaq Ədil bəy də ona kömək eləyirdi.
Sabitcan mərhumun oğlu kimi başını aşağı salmağı ilə kədərini bildirərək çəkilib kənarda durmuşdu. Qalan 3 nəfər Qalibəy, Cumaəli və Əyyaş Kürəkən keçəyə bükülmüş meyiti xərəkdən götürüb aşağıda dayanan Yedigey ilə Caydaq Ədilbəyin qolları üstünə endirdilər. Hə, ayrılıq saatı gəlib çatdı deyə Yedigey Qazanqapı torpağın dərinliyindəki əbədi yatağına uzadaraq fikirləşdi. Bağışla ki, yerini raxlamağımız uzun çəkdi. Səhərdən dartırıq ora-bura. Neyləmək, iş belə gətirdi. Səni ana beyitdə bastırmamağımızın günahını bizdə görmə. Amma elə bilmə ki, mən bu işi belə qoyacağam. Haracan lazım olsa gedəcəyəm. Nə qədər sağam susmayacağam. Özüm bilirəm onlara nələr deyəcəyəm. Sən öz yerində rahat yat. Belə çıxır ki, bu gen, bu intihasız dünyada 3 arşınlıq yer sənin payına burada ayrılıbmış. Sən burada tək qalmayacaqsan. Tezliklə mən də gələcəyəm yanına Qazanqap. Heç şübhə eləmə. Bir bəla zad baş verməsə öz əcəlimlə ölsəm, mən də bura gələcəyəm. Yenə də bir yerdə olacağıq. Qarışacaq səninlə sarı özək torpağına. İntihası özümüzün xəbəri olmayacaq. Bunu ancaq diri olanda bilmək olar. Elə bunun üçün də səninlə danışsam da bu sözləri özümə deyirəm. Axı sən nə idin, indi o deyilsən. Beləcə biz varlıqdan yoxluğa gedəcəyik. Amma qatarlar yenə də sarı özək torpaqlarında əvvəlki kimi hərəkət eləyəcək. Bizim əvəzimizə də başqaları gələcək. İş bura çatanda qoca Yedigey dözə bilməyi bağladı. Boranlı razyezdində uzun illər ərzində keçirdikləri ömür gün bütün olub keçənlər vaxt etibarilə nəhəng bir məsafə, bütün bəlalar, çətinliklər və sevincli günlər bu bir neçə kəlmə vida sözlərinə, bu bir neçə dəfn dəqiqələrinə yerləşdi. İnsanın nə qədər də çox və nə qədər də az qisməti varmış. Eşidirsən Ədilbəy deyə dar çalada Ədilbəylə çiyin-çiyinə dayanmış Yedigey səsləndi. Məni də burada bastırarsan, qoy, yanbayan olaq. Məni də bax, beləcə yerbəyer edərsən ki, rahat olsun. Söz verirsənmi? Bəsdir Yedigey, sonra danışarıq. Sən gəl, çıx yuxarı. Qalanın özüm tamamlaram. Sakit ol Yedigey, çıx yuxarı. Özünü üzmə. Boranlı Yedigey gilli torpağı yaş sifətinə sürtərək çaladan çıxdı. Ona əl uzadıb kömək də elədilər. O da ağlaya-ağlaya, dodaqaltı nəsə təsirli sözlər deyə-deyə yuxarı qalxdı. Qalibəy gedib kanistri gətirdi ki, kişi əl üzünü yusun. Onların hərəsi qəbrə bir ovuc torpaq atıb, küləyin səmtindən qəbri torpaqla doldurmağa başladılar. Əvvəlcə bel kürəklə kürüyüb doldurdular. Sonra da Cumaəli maşına minib torpağı ekskavatorla yığıb tökdü. Axırda qəbrin üstünü yenə də bellə düzəldib sahmanladılar. Ağquyruq çalağan isə onların başı üstə süzür, yerdən qalxan toz dumanına və malakumtıçap yarğanında nə isə qəribə bir iş görən bu adamlara göz qoyurdu. Çalanın yerində təzə torpaq təpəciyi əmələ gələn vaxt, bu adamlar arasında yaranan canlanma onun diqqətini xüsusilə cəlb etdi. O vaxt yedəyin altında yatan kürən it də gərnəşə-gərnəşə qalxmışdı. İndi də adamların arasında vurnuxurdu. Axı deyən gərək ki, sənin nə azarın var? Bircə qotazlı tərliklə bəzədilmiş qoca dəvə əhvalını pozmadan, güclü çənəsini kirkirə kimi işlədib kövşək vururdu. Deyəsən adamlar getməyə hazırlaşırdılar. Amma yox, onlardan biri dəvənin yiyəsi əllərini açıb üzünün qabağına gətirdi. O birilər də onun kimi elədi. Daha vaxt lap daralmışdı. Yedigey yanındakılara uzun və diqqətli bir nəzər salıb dedi. İşimizi qurtardıq. Qazanqap yaxşı adamdımı? Yaxşı adamdı deyə hamı bir ağızdan cavab verdi. Bir adama borcu zadı qalmayıb ki. Oğlu buradadır. Qoy atasının borcunu öz boynuna götürsün. Heç kəsdən səs çıxmadı. Onda Qalibəy hamının əvəzinə cavab verdi. Yox, heç kimə borcu qalmayıb. Eləsə sən nə deyirsən, Qazanqapın oğlu Sabitcan deyə Yedigey ona müraciət etdi. Hamınız çox sağ olun deyə o qısa cavab verdi. Sabitcanın bu sözlərindən sonra Cumaəli dedi. Onda düşəyin yola. Bu saat bircə dəqiqə. Bir kəlmə sözüm var deyə Yedigey onu saxladı. Sizin aranızda hamıdan yaşlısı mənəm. Sizin hamınızdan bir xahişim var. İşdir başıma bir iş gəlsə, məni də burada Qazanqapla yan-yana bastırarsınız. Eşitdinizmi? Hesab eləyin ki, bu mənim vəsiyyətimdir. Kim bilir ki, başına nə gələcək? Yedigey, əvvəldən nə danışmaq? Qalibəy şübhə ilə cavab verdi. Dəxli yoxdur, Yedigey təkid etdi. Mənimki deməkdir, sizinki də qulaq asmaq. İş o yerə çatanda yadınıza salın ki, belə bir söhbət oldu. Daha hansı böyük vəsiyyətlərim var? De gəlsin, Yedigey, qoy bir dəfəlik olsun deyə Caydaq Ədilbəy zarafata saldı. Yedigey incidi. Sən zarafata salma, mən ciddi danışıram. Yadımızda saxlarıq Yedigey deyə Caydaq Ədilbəy onu sakitləşdirdi. Elə bir şey olsa sən istədiyin kimi də elərik, arxayın ol.
Bu oldu kişi söhbəti deyə Yedigey dodaqaltı razılıq elədi. Traktorlar yarğandan enmək üçün dönməyə başladılar. Traktorlar aşağı enənəcən Yedigey qaranəri yedəkləyərək Sabitcanla yanaşı getdi. O özünü narahat eləyən bir məsələ haqqında Sabitcanla təklikdə danışmaq istəyirdi. Bura bax Sabitcan, indi daha əlimiz boşaldı. Səninlə bir məsələ barədə söhbət eləmək istəyirəm. Bəs indi biz o qəbristanlıq işini neyləyək? Anabeyti deyirəm. Necə yəni neyləyək? Burada heç baş sındırmaq lazım deyil deyə Sabitcan cavab verdi. Plan plandır. Ləğv eləyəcəklər onu plan üzrə. Vəssalam. Mən onu demirəm. Ona qalsa elə hər şeyə göz yummaq olar. Bax sən burada doğulub böyümsən. Atan səni oxudub. İndi də kişini dəfn elədik. Tək tənha bu çölün düzündə. Bircə təskinliyimiz odur ki, öz doğma torpağımızda bastırmışıq. Sən savadlı adamsan, vilayət şəhərində işləyirsən. Şükür Allaha, kimlə istəsən danışıb söhbət eləyə bilərsən. Cürbəcür kitablar oxumusan. Nə olsun ki, deyə Sabitcan onun sözünü kəsdi. Onu deyirəm ki, bəlkə mənə danışmaqda kömək eləyəsən. Nə qədər gec deyil, elə günü sabah gedərik buradakı böyüklərin yanına. O şəhərcikdə yəqin ki, bir nəfər lap böyükləri var. Ola bilməz ki, anabeyti yerlə yeksan eləsinlər. Axı bu tarixdir. Bunların hamısı köhnə nağıllardır, Yedigey. Başa düş. Burada dünya miqyasında, kosmik miqyasda məsələlər həll olunur. Biz də bu yandan gələcəyik ki, qəbristanlıq belə gəldi, qəbristanlıq elə getdi. Axı bu kimin nəyinə lazımdır? Onların nəzərində bunların hamısı boş şeylərdir. Bir də ki, bizi ora buraxan kimdir? Əlbəttə getməsən buraxmazlar, amma tələb eləsən buraxarlar. Bədəyaqda lap rəisin özü gələr maşınla qabağımıza. Dağ deyil ki, yerindən dəbərə bilməsin. Sabitcan ona tərəf əsəbi bir nəzər saldı. Əl çək, ay qoca, boş söhbətdir. Məndən də gözünü çək, belə şeylərin mənə qətiyyən dəxli yoxdur. Bunu elə əvvəldən deyəydin. Söhbət də qurtarıb gedəydi. Yoxsa başlamısan ki, nə bilim, nağıldır, filan fəsmandır. Bəs nə bilirdin? Elə bilirdin ki, o saat yürəcəyəm? Niyə? Nəyin xətrinə? Mənim ailəm, uşaqlarım, işim, gücüm var. Niyə gərək mən küləyə qarşı siyəm? Onu istəyirsən ki, buradan bir zəng çalsınlar, orada da dalıma bir təpik vurub, atsınlar bayrağa. Bağışlayasan gərək, çox sağ ol. Sən çox sağ olunu özünə saxla, deyə Yedigey hisslə əlavə etdi. Dalıma bir təpik. Belə çıxır ki, elə dalını yoğunladırsan sən. Bəs nə bilirdin? Düz buyurursan. Bu sənə boş şey kimi gəlir. Sən kimsən? Heç kim. Amma bizlər dalımızı yoğunladırıq ki, ağzımız şirin olsun. Bəli, bəli, əvvəllər baş qiymətdə idi. Görünür, indi dal meydandadır. İndi necə bilirsən, elə də fikirləş. Amma bizi axmaq hesab eləmə. Aydındır, söhbət qurtardı deyə Yedigey danışmağa nöqtə qoydu. İhsanı verək Allahın köməkliyi ilə. Bir də səninlə görüşməliyik inşallah. Bəlkə də deyə Sabitcan üz gözünü əydi. Onlar beləcə ayrıldılar. Yedigey dəvəyə minənəcən onlar traktorları işə salıb gözlədilər. Ancaq Yedigey onlara dedi ki, ləngiməsinlər, yola düşüb mümkün qədər tez getsinlər. Adamlar İhsanı gözləyirlər. Dəvə üstündə onun üçün hər yerdə yol var. Güya özü istədiyi yolla gedəcək. Traktorçular sürüb gedəndən sonra Yedigey hələ bir müddət yerində qalıb nə eləyəcəyini fikirləşdi. İndi o sarı özəyin ortasında tək tənha idi. Əlbəttə sadiq iti Culbars nəzərə alınmazdısa, əslində o da əvvəlcə yola düşən traktorların dalınca qaçdı. Amma sonra yiyəsinin onlarla getməyəcəyini başa düşüb geri qayıtmışdı. Ancaq Yedigey ona fikir vermirdi. İt qaçıb evə də getmiş olsaydı bunu görməyəcəkdi. Çünki dünya ona dar gəlirdi. Sabitcanla danışığından sonra boşluq, əzab və təşviş atəşi ilə qarsalanmış ürəyinə toxtaqlıq verə bilmirdi. Bu ovunmaz ağrının üzücü boşluğu, mənasızlığı onun daxilində soyuq və zülmətdən ibarət ikibaşlı uçurum kimi idi. Boranlı Yedigey peşman idi. Peşman idi ki, bu söhbəti niyə saldı, niyə sözlərini havayı yelə verdi. Məgər Sabitcan söz deməli, kömək ummalı adamdır. Güman eləmişdi ki, savadlı oxumuş adamdır. Özü kimləri ilə daha asan dil tapa bilər. Faydası nədir? Neçə-neçə kurslarda, institutlarda oxuyub. Bəlkə də ona elə bu cür olmağı öyrədiblər. Kim bilir, bəlkə də haradasa iblis kimi uzaq görən bir adam var. Sabitcanın üstündə o qədər zəhmət çəkib ki, Sabitcan başqa cür yox, elə Sabitcan kimi olsun. Məgər Sabitcan deyildimi o radio ilə idarə olunan adamlar haqqındakı cəfəngiyatı bəzəyib qoşan? Demirdimi ki, o vaxtlar gələcək. Bəlkə də o gözə görünməz tam ixtiyar sahibi olan kəs artıq onu radio ilə idarə eləyir. Qoca Yedigey belə şeylər barədə nə qədər çox fikirləşirdisə, bu fikirlər onda bir o qədər də ağrı və ümidsizlik doğururdu.
Manqurtsan, manqurt, xalis manqurtsan, o qəzəblə pıçıldadı. Kişi ona həm qəzəblənir, həm də acıyırdı. O baş vermiş hadisə ilə heç də barışmaq fikrində deyildi. Yedigey başa düşürdü ki, mənliyini itirib özü özündə əyilməmək üçün nəsə eləməli, nəsə bir iş görməlidir. O bilirdi ki, geri çəkilsə özü öz gözündə məğlub olacaq. Ürəyinə danmışdı ki, axşamın bu şər vaxtına yaraşmayan bir iş görəcək. Amma hələlik dəqiq deyə bilməzdi ki, nə eləmək istəyir. Nədən başlamalıdır, nə eləməlidir ki, Anabeyt haqqındakı fikirləri doğrudan da əmri dəyişdirmək qüvvəsində olan adamlara çatıb təsir göstərə, onların fikrini dəyişə bilsin. Bəs buna necə nail olsun, hara getsin, nə eləsin? Qaranərin belində oturan Yedigey belə ağır fikirlər içində ətrafına göz gəzdirdi. Hara baxırdın səssiz səmirsiz çöllük idi. Axşam kölgələri yavaş-yavaş sürünüb Malakumdu-çapın yarıqlarına dolurdu. Traktorlar çoxdan gözdən itib səslərini kəsmişdi. Cavanlar çıxıb getmişdilər. Sarı özək dolaylarını bilən və yadda saxlayanlardan sonuncusu qoca Qazanqap idi. Yarğanın qaşında bu uçsuz-bucaqsız düzdə təzə qazılmış tənha qəbirdə yatırdı. Yedigey gözlərinin qabağına gətirdi ki, qəbir necə çöküb get-gedə yapıxacaq, sarı özəyin yovşanlığına qarışacaq, güclə seçiləcək, bəlkə də heç seçilməyəcək. Belə də olmalıdır, heç kim torpaqdan çox yaşamayacaq, heç kim də torpaqdan kənarda qalmayacaq. Axşam tərəfi öz dözülməz ağırlığı altında üfüqə tərəf əyilən günəş elə bil yumşalıb daha da ağırlaşmışdı. Qürub edən günəşin rəngi dəqiqə-bə-dəqiqə dəyişirdi. Qürubun bətnində gözə görünmədən zülmət yaranmağa başlayırdı. Qızıl boyanmış səma get-gedə qaranlıqla dolur, tutqun göy rəng alırdı. Boranlı Yedigey vəziyyəti götür-qoy eləyib, belə qərara gəldi ki, təzədən zonanın girişindəki şlaqbaumun yanına qayıtsın. Daha bundan başqa bir yol tapa bilmədi. İndi artıq dəfn mərasimini yola vermişdilər. Daha o heç kimlə və heç nə ilə bağlı deyildi. Təbiətin ona verdiyi qüvvə və öz təcrübəsi daxilində özünə güvənə bilərdi. Özünə ixtiyar verə bilərdi ki, öz məsuliyyət və qorxusu hesabına istədiyini eləsin. Hər şeydən əvvəl o istəyirdi ki, çalışıb keşik xidmətini məcbur etsin. Onu nəzarət altında da olsa, böyük rəisin yanına aparsınlar. Ya da lazım gələrsə, o rəisin özünü məcbur eləyib, Boranlı Yedigeyə qulaq asmaq üçün şlaqbaumun yanına gətirsin. Onda ürəyindəkilərin hamısını deyərdi üzünə. Bunların hamısını ürəyində düşünüb daşınmışdı. Buna görə də Yedigey qərara gəldi ki, məsələni ləngidib sonraya qoymasın. Gəlişinin də səbəbini Qazanqapın dəfni ilə əlaqədar başlarına gələn kədərli hadisə ilə izah edəcəkdi. O qərara gəlmişdi ki, şlaqbaumun yanında qətiyyət göstərsin, buraxılış və ya görüş tələb etsin. Elə bundan başlayıb keşikçiləri başa düşməyə məcbur eləməlidir ki, ona aralıqda gəzən Tansıqbayev kimlər yox, ən yüksək rütbəli şəxs qulaq asmayınca əl çəkən deyil. Bu qərardan sonra ürəyi yerinə gəldi. Təvəkkül Allaha, itin ağası varsa qurdun da Allahı var deyə özünə ürək dirək verdi. Qaranəri möhkəm məhmizləyib şlaqbauma tərəf yönəldi. O vaxtacan gün də batdı, hava sürətlə qaralmağa başladı. O zonaya yaxınlaşanda tamam qaranlıqlaşmışdı. Şlaqbauma təxminən yarım kilometr yol qalanda qabaqda kiçik fənərlər göründü. Yedigey burada keşikçiyə yaxınlaşmamış dəvədən düşdü. Heyvanı hıxlamamış eləcə sürüşüb düşdü. İndi daha dəvə yeri deyildi. Bu əngəl nəyə lazımdır? Bir də ki, nə biləsən necəsinə rast gələcəksən. Gördün, dedi, dəvəni də götür, rədd ol buradan. Sən kimsən belə? Qəbul zad yoxdur deyə heç kabinetə də qoymaz. Ən ümdəsi də o idi ki, Yedigey məsələnin nə qədər uzanacağını bilmirdi. İşin nəticəsini nə qədər gözləməli olacaq. Buna görə də tək başına ey cahan getsə yaxşı idi. Qaranəri də çidarlayıb buraxar çölə qoy otlasın. Sən hələlik burada qal, mən gedim görüm nə olur. Dodaqaltı donquldanıb özünü Qaranərlə danışan kimi göstərsə də, əslində özünə ürək vermək istəyirdi. Axırı dəvəni xıxlamalı oldu, gərək xurcundakı çidarları çıxarıb rahlayaydı. Yedigey qaranlıqda çidarları raxlayanda elə bir sakitlik vardı ki, o hətta öz nəfəsini havada uçuşan böcəklərin səsini və vızıltısını belə eşidirdi. Ulduzlar da elə bil hamısı birdən göyə dolub par-par yanırdı. Elə sakitlikdi ki, deyəsən nəsə bir şey olmalıydı. Hətta sarı özəyin sakitliyinə alışmış Cülbars da nədənsə şəklənib astadan zingildəyirdi. Bu sakitlikdə onun nədən xoşu gəlmirdi? Sən də bu yandan əl-ayağa dolaşırsan deyə yiyəsi narazılıqla deyindi.
Sonra da fikirləşdi ki, bəs iti neyləyim? Çidarları əlində düzəldib saxmana salınca biraz da fikirləşdi ki, iti neyləsin? Şübhə yoxdur ki, it ondan ayrılmayacaq. Qovsan da getməyəcək. Üzə vurmasalar da fikirləşəcəklər ki, qocaya bax, haqqını tələb etməyə gəlib. Yanında da itdən başqa bir kimsə yoxdur. Yox, itlə getmək olmaz. Onda Yedigey belə qərara gəldi ki, itin ipini uzun eləyib dəvənin alığına bağlasın. Nə qədər ki, o olmayacaq, qoy elə bir yerdə qalsınlar. O iti səslədi. Culbars, Culbars, bura gəl. Və ipi itin boynuna bağlamaq üçün əyildi. Elə bu vaxt havaya nəsə oldu. Getdikcə güclənən vulkan gürültüsüylə boşluqda nəsə hərəkətə gəldi. Və lap yaxınlıqda, haradasa lap qonşuluqda, kosmodrom zonasında parlaq atəşlə yanan qorxunc alov sütunu püskürüb göyə sancıldı. Yedigey qorxudan geri atıldı. Dəvə də bağırıb yerindən sıçradı. İt qorxusundan yəsinin ayaqları altına təpildi. Bu qoruyucu transkosmik həlqə əməliyyatının birinci döyüş robot raketi idi. Sarı Özəkdə düz axşam saat 8 idi. Birincinin dalınca ikinci, onun dalınca da üçüncü raket göyə qalxdı. Sonra biri də. Yerdəki işlərin dəyişməməsi, hər şeyin öz qaydasında qalması üçün bu raketlər uzaq kosmosa qalxıb yer kürəsi ətrafında daimi fəaliyyətdə olan sərhəd düzəldəcəkdi. Göy başlarına uçur, alov və tüstü içində yarılırdı. İnsan, dəvə və it, bu sadə canlılar dəli kimi qaçır, canlarını qurtarmağa çalışırdılar. Onlar dəhşət içində qaçır, bir-birindən ayrılmağa qorxurdular. Nəhəng alov sütunlarının amansızcasına işıqlandırdığı çöllüklə baş götürüb qaçırdılar. Amma sanki yerlərində qaçırdılar, çünki hər yeni partlayış onları haqlayır, başlarına od, işıq aləmi sarsıdan gürültü ələyirdi. İnsan, dəvə və it dallarına baxmadan qaçırdılar. Birdən Yedigeyə elə gəldi ki, manqurt oğlu tərəfindən oxla vurulmuş Nayman ananın başından saldığı ağ yaylıqdan əmələ gəlmiş ağ bir quş haradansa böyürdən çıxdı. Ağ quş bu həşir qiyamət içində insanla yanaşı uçaraq deyirdi. Kimlərdənsən? Adın nədir? Adını yadına sal, sənin atan Donenbaydır. Donenbay, Donenbay, Donenbaydır. Donenbay. Yenidən birləşən bu zülmət içində bu səs hələ çox eşidildi. Bir neçə gün sonra Yedigeyin qızları Səulə ilə Şərafət, Sarı Özək ağsaqqalı Qazanqapın rəhmətə getdiyi barədə teleqramı alıb ərləri ilə Qızıl Ordadan Boranlıya gəldilər. Onu yad edib kədərlərini bildirmək, həm də bir-iki gün qalmaq istəyirdilər. Necə deyərlər, həm ziyarət, həm də ticarət. Onlar dəstə ilə vaqondan düşüb Yedigeyin kandarına ayaq basanda ataları evdə deyildi. Ukubala özünü onların üstünə atıb ağlaya-ağlaya uşaqları qucaqlayıb öpdü. Çox şükür sənə, ilahi, nə yaxşı oldu, atanız necə sevinəcək, nə yaxşı ki gəlibsiz. Hamınız gəlibsiz, nə yaxşı bir yerdə gəlibsiz. İlahi, atanız necə sevinəcək. Bəs atam hanı deyə Şərafət soruşdu. Axşama qayıdar, səhər tezdən gedib poçt qutusuna, onların böyüklərinin yanına. Nə bilim, nəsə işi var. Sonra danışaram, ayaq üstə niyə dayanmısınız? Öz evinizdir ki, balalarım. Qatarlar bu yerlərdə yenə də qərbdən şərqə, şərqdən də qərbə gedirdi. Dəmir yolunun hər iki tərəfində isə sarı torpağın göbəyi hesab olunan böyük sarı özək düzləri uzanırdı.